Viktor Frankl, hər şeyə rəğmən həyata hə demək. 1. Həyatın mənası və dəyəri haqqında. Həyatın mənası və dəyəri haqqında danışmaq bugün həmişəkindən daha vacib görünür. Məsələ yalnız bunun mümkün olub olmaması və yaxud necə mümkün olmasındadır. Müəyyən nöqteyi nəzərdən bugün bu barədə danışmaq daha asandır. Biz yenə də bir çox məsələlər barədə insan varlığının mənası, onun dəyəri, insan ləyaqəti ilə bağlı olan məsələlər barədə sərbəst danışa bilirik. Bununla belə məna, dəyər və ləyaqət haqqında danışmaq çətinləşib. Biz özümüzə sual verməliyik. Bugün bu sözləri asanlıqla işlədə bilirikmi? Bu sözlərin həqiqi mənası mübahisə doğurmur ki. Son illərdə bu sözlərin mənasının və yaxud da bir vaxtlar daşıdıqları mənanın əleyhinə yönəlmiş, külli miqdarda negativ təbliğatla üzləşdikmi? Son illərin təbliğatı praktiki olaraq hər hansı bir mənaya və şübhə altında olan varlığın özünün dəyərinə qarşı çevrilmiş bir təbliğat idi. Həqiqətən də bu illərdə insan həyatının dəyərsizliyi nümayiş olunurdu. Kantın vaxtından bəri Avropa düşüncəsi həqiqi insan ləyaqəti haqqında aydın fikirlər irəli sürməyə başlayıb. Kant özü kateqorik imperativini ikinci dəfə formalaşdıranda deyirdi ki, hər şeyin dəyəri, insanın isə ləyaqəti var. İnsan heç bir zaman vasitə olmamalıdır. Lakin son 10 illiklərin iqtisadi sistemində işləyən insanlar bəsit vasitələrə çevrilib. İqtisadi həyatın alətlərinə dək deqradasiya edə bilər. Həyatın vasitəsi, həyatın qidası iş deyildi. İnsan və onun həyatı, həyat enerjisi, qüvvəsi hər hansı bir məqsədə çatmaq üçün vasitə sayılırdı. Sonra müharibə başladı. Ölümün vasitəsi sayılan müharibə. Daha sonra cəza düşərgələri yaradıldı. Həmin düşərgələrdə hətta ölümə layiq görülən insanlar belə son nəfəslərinə qədər qul kimi işlədilirdilər. Həyat ucuzlaşdırılırdı. Bu, insanlığa qarşı həqarət və deqradasiya idi. Təsəvvür edək ki, sonradan mühakimə yürüdə bilmək üçün dövlət ölümə məhkum etdiyi insanların əməyini həyatlarının son dəqiqəsinə kimi istismar etmək niyyətindədir. Yəqin bu cür yanaşma onları dərhal öldürməkdən və ya ömürlərinin axırına kimi yedizdirməkdən daha münasibdir. Məgər cəza düşərgələrində bizə tez-tez həyatımızın bir kasa şorba qədər dəyəri olmadığını demirdilər? O şorba ki, günün yeganə qidası idi və biz onun əvəzini ağır külüngləri qaldırmaqla ödəyirdik. Buna belə layiq görülməyən insanlar layiq olmadıkları bu rifah damlasına görə təşəkkür etməli idilər. Hər bir əsir şorba kasasını alanda papağını çıxarmalı idi. Beləliklə həyatımızın bir kasa şorba qədər dəyəri olmadığı kimi, ölümümüzün də minimal dəyəri vardı. Ona hətta bir güllə belə sərf etmirdilər. Siklon B-dən istifadə edirdilər. Nəhayət kütləvi qətillər psixiatriya müəssisələrinə də gəldi. Aydın oldu ki, burada artıq həyatı produktiv sayılmayan hər hansı bir insan ən rəzil formada olsa belə yaşamağa layiq deyil. Lakin əvvəldə dediyimiz kimi, o vaxt hətta nonsens belə təbliğ olunurdu. Bununla nə demək istəyirik? Bugün həyata münasibətimizdə mənaya inamın yeri yoxdur. Biz tipik postmüharibə dövrünü yaşayırıq. Bugün ortabab bir şəxsin şuur səviyyəsi və ruhi vəziyyəti ən dəqiq şəkildə ruhən bombalanmış kimi təsvir olunur. Bu çox pis haldır. Amma hələ də müharibəyə qədərki həyatı xatırladan hissin ruhumuza hakim kəsilməsi faktı daha pisdir. Atom bombasının icadı qlobal fəlakət qorxusunu artırırdı və apokaliptik dünyanın sonu əhval-ruhiyyəsi 2-ci minilliyin qalan hissəsini ələ keçirdi. Tarixdə bu cür apokaliptik əhval-ruhiyyələr bizə məlumdur. Onlar 1-ci minilliyin əvvəlində də, sonunda da mövcud olub. Məlum olduğu kimi, ötən əsrdə fin de siècle hissi vardı və bu təkcə məğlubiyyətlə bağlı deyildi. Bütün bu əhval-ruhiyyələrin kökündə fatalizm dururdu. Fin de siècle, fransız dilində bir epoxanın çöküşünü ifadə edən söz birləşməsidir. Lakin biz belə bir fatalizm hissi ilə hər hansı ruhi yenidən qurmaya doğru irəliləyə bilmərik. Əvvəlcə bu hissi boğmaq lazımdır. Amma bununla yanaşı biz eyni zamanda nəzərə almalıyıq ki, son illərin gətirdiyi hər şeyi yüngül bir nikbinliklə tarixin səhifələrinə gömə bilmərik. Biz pessimist olmuşuq. Biz artıq tərəqqiyə, insan təkamülünə və bunların avtomatik baş verməsinə inanmırıq. Avtomatik tərəqqiyə kör-körənə inam özündən razı adamların işidir. Bugün belə bir inam irtica olardı. Bugün biz insanların nəyə qadir olduğunu bilirik. Əgər insan qavrayışının keçmişi ilə bugün arasında fundamental fərq varsa, bu fikri ən yaxşı halda belə ifadə etmək olar. Keçmişdə fəallıq optimizmlə müşayiət olunurdu, indi isə o pessimizm tələb edir.
Çünki bu gün hərəkətə təkan verən hər impuls etibar edib arxalana biləcəyimiz tərəqqi formasının olmadığı barədə bilgilərimizdən irəli gəlir. Əgər bu gün qollarımızı yanımıza salıb otura bilmiriksə, bu ona görədir ki, hər birimiz tərəqqilərin nə olduğunu və nə qədər uzağa getdiyini bilirik. Biz bilirik ki, daxili tərəqqi yalnız ayrı-ayrı fərdlər üçün mümkündür. Kütləvi tərəqqi isə texniki tərəqqidən ibarətdir və biz texnika dövründə yaşadığımız üçün ondan təsirlənə bilirik. Bizim hərəkətlərimiz indi yalnız pessimizmlə irəli gələ bilər. Biz hələ də həyatdakı imkanları yalnız skeptisizm nöqteyi nəzərindən yaxalamaq iqtidarındayıq. Köhnə optimizm isə bizi sakitləşdirər və fatalizmə doğru itələyər. Mənə həmişə o çəhrayı rəngli fatalizmi deyil, ayıq fatalizmi verin. İnsanın həyatın mənasına inamı necə möhkəm olmalıdır ki, belə bir skeptisizm onu sarsıtmasın. Biz insan varlığının mənasına və dəyərinə o qədər qeyri-şərtsiz inanmalıyıq ki, bu inanc sözü gedən skeptisizmi və pessimizmi qəbul edə və daşıya bilsin. Məhz elə bir vaxtda ki, idealizm bütünlüklə ruhdan düşüb, entuziazm bu qədər incidilib, amma elə bir vaxtda ki, biz idealizmə və entuziazma üz tutmaqdan başqa əlacımız qalmayıb. Lakin indiki nəslin, bugünün gəncliyinin hər hansı bir idealizm və entuziazmı gənc nəsildə tapa bilərik. Qarşısında nümunəvi bir model yoxdur. Bu nəsil həddən artıq sarsıntının, həddən artıq xarici, həm də daxili dağıntının şahidi olub. Bunlar bir nəsil üçün o qədər çoxdur ki, biz onların idealizm və entuziazmını qeyd-şərtsiz qoruya bilmərik. Bütün proqramlar, şüarlar və prinsiplər son illərdə tamamilə etibarını itirib. Heç nə qurtulmayıb. Beləliklə, müasir fəlsəfənin dünyanı güya mahiyyəti yoxmuş kimi qəbul etməsi təəccüblü deyil. Lakin biz bu nihilizmin, pessimizmin, skeptisizmin, artıq yeniliyini itirmiş, köhnəlmiş yeni obyektivliyin ayıqlığı vasitəsilə yeni bəşəriyyətə doğru can atmalıyıq. Son bir neçə il xəyallarımızı darmadağın etdi. Həmçinin insanın hələ də ayaq üstə durduğunu göstərdi. Bizə öyrədirdilər ki, söhbət yalnız fərdlərdən gedir. Nəticədə bizə qalan insanlıq oldu. Çünki keçmişin bütün çirkinlikləri arasından qurtula bilən yalnız insanlıq oldu. Cəza düşərgələrinin təcrübəsini də insanlıq yaşadı. Bavariyada həbs düşərgəsinin SS-çi rəisi gizli-gizli yaxınlıqdakı aptekdən öz puluna əsirlər üçün dərman və tibb ləvazimatı alırmış. Həmin düşərgədə özü də dustaq olan bir dəstəbaşı isə yoldaşlarına ən dəhşətli üsullarla işgəncə verirmiş. Bütün bunlar fərdlərə aid edilir. Ortalıqda yalnız fiziki şəxs, insan qalmışdı, başqa heç nə. Həmin illərdə o əlində olan hər şeyi itirmişdi. Pul, hakimiyyət, şöhrət. Artıq heç nə onun üçün müəyyən deyildi. Nə həyat, nə sağlamlıq, nə də xoşbəxtlik. Onun üçün hər şey sual altında idi. Şöhrətpərəstlik, ambisiyalar, münasibətlər. Hər şey yox olmuşdu. Təkcə çılpaq varlıq qalmışdı. Mahiyyəti olmayan şeylər ağrı içində qovrulmuş, ərimişdi. İnsan son təhlildə nədirsə ona çevrilmişdi. Kütlənin bir üzvü real olmayan nəsnə, həqiqətən də heç kim, adsız biri, adsız bir cisim, İndi onun yalnız əsir nömrəsi var. Ya da o öz mahiyyətinə qədər əriyib. Qərar vermək lazımdırmı? Təəccüblənməməliyik. Çünki varlıq, insanın qayıtdığı çılpaqlıq və cilalanmamış ilkin forma özü bir qərardır. Bununla belə qərar vermək üçün kömək insanın əlinin altında idi. Kritik amil digərlərinin varlığı, mövcudluğu, xüsusən də onların nümunəvi modelləri idi. Bu, hansısa mühazirədən və ya mətndən daha çox bəhrə verirdi. Çünki varlıq həmişə sözdən daha həlledicidir. Hər birimiz məzmunu öz varlığımızda aktuallaşdırırıq. Bu, həmişə belə qalacaq. Özümüzə belə bir sual verməliyik ki, bu fakt kitab yazmaq və mühazirə oxumaqdan daha vacibdirmi? Aktuallaşmış məzmun daha effektivdir. Yalnız sözlər kifayət etmir. Bir dəfə məni intihar etmiş bir qadının evinə çağırdılar. Onun yatağının üzərində bu sözlər yazılmışdı. Taleyin yükünü mətanətlə çəkmək, taleyin özündən daha güclü olmaq deməkdir. Həmin insan bu şüar altında özünü öldürmüşdü. Əlbəttə təkcə varlığı ilə nümunə ola biləcək insanlar çox azdır. Bizim pessimizmimiz buna bələddir. Məhz buna görə paralel aktivliyin əhəmiyyəti var. Bu, azlığın böyük məsuliyyət daşıması deməkdir. Qədim bir rəvayətdə deyilir ki, dünyanın varlığı həmişə orada olan 36 ədalətli insana əsaslanır. Cəmi 36. Bu, həddən artıq azdır. Bununla belə, onlar bütün dünyanın mənəvi varlığını fasiləsiz olaraq təmin edirlər. Rəvayət davam edir. Bu adamlardan biri, əgər belə demək mümkündürsə, ətrafındakı digər insanlar tərəfindən ifşa olunursa, yox olur, kənarlaşdırılır, dərhal ölür.
Bu nə deməkdir? Əgər belə ifadə etsək, həqiqətdən uzaq olmarıq. Hər hansı bir nümunəvi modeldə pedaqoji meyil görən kimi inciyirik, özümüzdən çıxırıq. Biz insanıq və uşaq kimi öyrədilməyimiz xoşumuza gəlmir. Bu nəyə dəlalət edir? Bizə keçmişdən nə gəlib çatıb? İki şey. Hər şey fərdi insan varlığından asılıdır. Burada onun həmfikirlərinin az və ya çox olması əhəmiyyət daşımır. Hər şey hər bir şəxsdən asılıdır. Başqa sözlə, hər bir qadının və ya kişinin həyatının mənasını yaradıcı surətdə reallığa sözlər deyil, onların əməlləri çevirir. Buna görə də biz dövrümüzün negativ təbliğatına, nonsens və mənasızlıq təbliğatına qarşı başqa bir təbliğat aparmalıyıq. Bu təbliğat fərdi və aktiv xarakter daşımalıdır. Yalnız bu halda onun müsbət nəticəsi olar. Bu da bizim ilkin sualımız. Bugün insan həyatın mənasını və dəyərini qorumağa qabil olmaq üçün ona hansı mənada, hansı ruhda yanaşmalıdır? Biz varlığın mənası haqqında danışmağa başlayan kimi həmin an bir sual meydana çıxır. Açıq-aydın soruşanda mütləq bir şübhə yaranır. İnsan varlığının mənası ilə bağlı şübhələr asanlıqla ruh düşkünlüyünə gətirib çıxarır. Sonra bu ruh düşkünlüyü intihar qərarına çevrilir. Biz intihar haqqında danışanda mahiyyətcə müxtəlif olan 4 əsas səbəbi araşdırmalıyıq. Onların arasında intihar etmək üçün daxili iradə önə çıxır. İlk növbədə intihar bir nəticə ola bilər. İnsanın təkcə ruhi deyil, fiziki vəziyyətinin də nəticəsi ola bilər. Bu qrupa daxil olan intihar hadisələrində əqli vəziyyəti dəyişikliyə uğramış insan sanki məcbur edilmiş şəkildə özünü öldürməyə cəhd göstərir. Əlbəttə, bu hallar bugünkü mühazirəmizdə nəzərdən keçirilən mövzulara daxil edilməmişdir. Bundan başqa elə insanlar da var ki, intihar vasitəsilə ətraflarında olan insanlara təsir göstərmək istəyirlər. Onlar bununla kimlərdənsə yaşadıkları hansısa hadisəyə görə intiqam almağa çalışırlar. İstəyirlər ki, həmin insanlar ömürlərinin sonuna kimi onların ölümü üçün məsuliyyət hiss etsinlər, vicdan əzabı çəksinlər. Biz həyatın mənasını araşdırarkən bu halları da gündəliyimizdən çıxarmalıyıq. Üçüncüsü, elə insanlar da var ki, sadəcə yorulduqları, həyatdan bezdikləri üçün intihar etməyə qərar verirlər. Amma bu yorğunluq bir hissdir. Hamımız bilirik ki, hisslər səbəb deyil. Kiminsə özünü yorğun, tükənmiş hiss etməsi yolun yarısında dayanmaq üçün səbəb ola bilməz. Hər şey yolu davam etdirməyin, həqiqətən də bir məna kəsb etməsinə əmin olmaqdan asılıdır. O zaman insan yorğunluğunu dəf etmək üçün özündə güc tapır. Həyatın mənasını dərk etmək, yorğunluğa baxmayaraq yola davam etməyin mənasını başa düşmək. Bu, yaşamağa davam etməyin əks arqumenti deyil. Yaşamağa davam etmək, yalnız həyatın mənasını qeyd-şərtsiz qəbul etməklə mümkündür. Lakin həqiqətən də 4-cü qrupa aid olan insanlar var ki, onlar həyatın mənasına inanmadıkları üçün, davam etməyə bir lüzum görmədikləri üçün intihara cəhd edirlər. Bu cür motivasiyalı intihar, balans intihar adlanır. Bütün hallarda bu negativ həyat balansdan irəli gəlir. Bu cür adamlar balans vərəqi hazırlayır və əllərində olanla əldə etmək istədiklərini müqayisə edirlər. Onlar həyatın onlara borclu olduğunu düşünür. Bu borcla həyatdan başqa hansı mənfəəti götürə biləcəklərini ölçürlər və hesablamalardan əldə etdikləri negativ balans onları intihara sövq edir. Biz indi bu balans vərəqini təftiş edəcəyik. Adətən kredit sütunu, istirab və ağrıları, debit sütunu isə insanın məhrum olduğu xoşbəxtlik və uğurları ifadə edir. Lakin bu balans fundamental olaraq səhvdir. Necə deyirlər, biz bu dünyaya kef çəkmək üçün gəlməmişik. Burada iki anlayış var. Nə baş verir və nə baş verməlidir. Rusiyalı təcrübəçi psixoloqlardan biri sübut edir ki, adətən ortabab bir şəxs məmnuniyyətdən daha çox narazılıq hiss edir. Deməli, təkcə məmnuniyyətə görə yaşamaq mümkün deyil. Məgər bu belə vacibdir? Bütün həyat bundan ibarətdir. Təsəvvür edək ki, ölüm cəzasına məhkum edilmiş şəxsdən edam olunmasından bir neçə saat əvvəl naharda nə yemək istədiyi soruşulur və ona menyunu seçməkdə sərbəst olduğu bildirilir. Gözətçi kameraya gəlir və ona müxtəlif ləziz yeməklər təklif edir. Adam isə onun bütün təkliflərini rədd edir. O fikirləşir ki, bir neçə saatdan sonra cəsədə çevriləcəyi üçün orqanizminə hansı qidanı doldurmasının, ləziz bir yemək yeyib həzz almasının heç bir mənası yoxdur. Həyat ölümlə üzbəüz dayanıb. Əgər həmin adam haqlıdırsa, o zaman təkcə məmnuniyyətə, daha çox və ən böyük məmnuniyyətə can atdığımız təqdirdə hamımızın həyatı mənasız olur. Məmnuniyyət özlüyündə həyatımıza məna qata, həmçinin məmnuniyyətsizlik həyatımızın hamıya məlum olan mənasını silə bilməz.
İntihar cəhdi zamanı həyatı xilas edilmiş bir adam bir gün mənə dedi ki, şəhərdən uzaqlaşıb başına güllə vurmaq istəyib. Amma axşam çox gec olduğu üçün tramvaylar işləmirmiş. O, taksi saxlamaq məcburiyyətində qalıb və birdən hiss edib ki, taksiyə artıq pul xərcləmək istəmir. Ölümdən əvvəl onda bu cür şübhələrin əmələ gəlməsi faktı onu gülümsəməyə məcbur edib. Əgər o intihara cəhd göstərirdisə, bu həyatdan getmək istəyirdisə, xəsislik etməyin nə mənası vardı? Rabindranath Tagore həyatda xoşbəxtliyə iddia edən, amma məyus olan insanın hisslərini necə də gözəl ifadə etmişdir. Yuxuda həyatın yalnız sevincdən ibarət olduğunu gördüm. Ayıldım və gördüm ki, həyat bir borcdur, vəzifədir. İşlədim və bu borcun vəzifənin bir sevinc olduğunu duydum. Bununla biz sonraki müzakirələrimizdə yönələcəyimiz istiqaməti müəyyənləşdiririk. Beləliklə, həyat bir vəzifədir, böyük bir öhdəlikdir. Əlbəttə, həyatda sevinc də olur, amma sevincin dalınca qaçmaq, onu var olmağa məcbur etmək lazım deyil. Sevinç spontan şəkildə yaranmalıdır. Həqiqətən də o bir nəticə kimi spontan şəkildə meydana çıxır. Xoşbəxtlik heç vaxt bir məqsəd olmamalıdır. O yalnız nəticə olmalıdır. Tagore'un şeirində bəhs olunan və bizim daha ətraflı araşdıracağımız vəzifənin yerinə yetirilməsinin nəticəsi. Hər halda bütün insanlar xoşbəxtliyə can atır və uğursuzluğa düçar olurlar. Uğuru ovlamaq mümkün deyil, o özü insanın qarşısına çıxmalıdır. Kierkegaard'un hikmətamiz bir hekayəsində belə deyilir ki, xoşbəxtliyə qapı bayırdan açılır, yəni onu içəridən açmağa cəhd göstərən adam bunu bacarmayacaq. Bir dəfə qarşımda dünyadan bezmiş iki şəxs, qadın və kişi oturmuşdu. Təsadüfən onlarla eyni vaxtda həmsöhbət olmuşdum. İkisi də aralarında razılığa gəlinmiş kimi eyni sözlərlə həyatlarının mənasız olduğunu açıqlayırdı. Və həyatdan daha heç bir şey gözləmədiklərini deyirdilər. Nədənsə ikisi də haqlı görünürdü, amma sonradan məlum oldu ki, həyatda onları gözləyən şeylər var. Kişi elmi işini hələ tamamlamamışdı. Qadının isə xaricdə ondan çox uzaqda yaşayan övladı vardı. Bu halda Kantın dediyi kimi Kopernikin qılabı etmək faydalı olardı. Yəni 180 dərəcə dönüş etmək lazımdır. Bundan sonra mən həyatdan nə gözləyə bilərəm sualı aradan qalxır. İndi yalnız bu suallar haqqında düşünmək lazım gəlir. Həyat məndən nə gözləyir? Həyatda hansı vəzifə məni gözləyir? Biz indi başa düşürük ki, həyatın mənası haqqında sual adət etdiyimiz şəkildə verilirsə, deməli düzgün verilmir. Həyatın mənasını soruşmağa icazəmiz yoxdur. Sual verən həyatdır. Həyat bizə sualları yönləndirir. Biz sorğu-sual edilirik. Cavab verməli olan bizik. Biz həyatın əbədi, hər saat verilən suallarına cavab verməliyik. Bizim varlığımız həyat qarşısında cavabdehliyimizdən, məsuliyyətimizdən ibarətdir. Bu nöqteyi nəzərdən bizi nə gələcək, nə boşluq, nə də faydasızlıq hissi qorxuda bilər. Çünki indinin özü hər şeydir. Bizim üçün həyatın yeni suallarını hazırlayır. İndi hər şey bizi nəyin gözləməsindən asılıdır. Bizi gələcəkdə nə gözləyir məsələsinə gələk. Biz bilməli olduğumuzdan çox şey bilməməliyik. Bununla bağlı mən uzun illər əvvəl oxuduğum bir qəzet məqaləsini tez-tez xatırladıram. Ömürlük həbs cəzasına məhkum edilmiş bir qara dərili adam Şeytan adasına yola salınır. Onu aparan Leviathan gəmisi açıq dənizdə olarkən yanğın baş verir. Dustaq fəlakətli vəziyyətlə əlaqədar barmaqlıqlar arxasından azad edilir və xilas etmə işlərinə qoşulur. O 10 nəfəri xilas edir və nəticədə əfv edilir. Əgər kimsə gəmi yola düşməmişdən əvvəl Marsel limanında həmin şəxsdən soruşsaydı ki, həyatına davam etməyin onun üçün bir mənası var ya yox, yəqin ki, o başını yırğalayıb yox deyərdi. Heç birimiz bizi nə gözlədiyini bilmirik. Leviathan gəmisində 10 nəfəri xilas edən o qara dərili adam kimi hamının həyatında böyük dəyişikliklər baş verə, müstəsna vəziyyətdə hərəkət etmək şansı yarana bilər. Həyatın qarşımıza çıxardığı və bizim də cavabında hazırki anın mənasını dərk etməli olduğumuz sual hər saat dəyişməklə yanaşı insandan insana da dəyişməlidir. Suallar ana və fərdə görə müxtəlif olur. Buna görə də həyatın mənası haqqında sual tam bir spesifikliklə, zaman və məkanın konkretliyi ilə verilmirsə, biz bu sualın qoyuluşunun nə qədər sadə olduğunu görürük. Həyatın mənası haqqında sualın bu cür qoyuluşu lap reportyorun şahmat üzrə dünya çempionuna belə bir sual verməsinə bənzəyir. İndi isə usta, zəhmət olmasa deyin, sizin fikrinizcə şahmatda hansı gedişən yaxşıdır? Məgər spesifik konkret bir oyun vəziyyəti, fiqurların müəyyən konfigurasiyası olmadan hansı gedişin ən yaxşı olduğunu demək mümkündür? Eyni sadəlövhlüyü uzun illər öncə həyatın mənası haqqında seminar keçirməyə hazırlaşarkən, gənclərdən birinin mənə dediyi sözlərdə də müşahidə etdim
Frankl, mənə acığınız tutmasın, amma bu axşam nişanlımın valideynləri məni evlərinə dəvət ediblər. Mütləq getməliyəm, qalıb sizin mühazirənizi dinləyə bilməyəcəyəm. Ona görə də xahiş edirəm ki, həyatın mənasını indi cəld mənə izah edəsiniz. Bizi indi nə gözləyirsə gözləsin, bu spesifik saat çağırışı fərqli tərzdə cavab tələb edə bilər. Hər şeydən əvvəl cavabımız aktiv cavab olmalıdır. Yəni, əməlimiz vasitəsilə verilməlidir. Biz spesifik həyat sualına tamamladığımız bir iş, yaratdığımız bir əsərlə cavab veririk. Lakin burada da biz bir sıra məsələləri nəzərə almalıyıq. Nəyi nəzərdə tutduğumu spesifik bir təcrübə vasitəsilə ifadə etsəm daha yaxşı olar. Bir gün qarşımda oturan bir gənc həyatın mənası və ya mənasızlığı haqqında mənimlə mübahisəyə girdi. Onun argumenti belə idi. Sizin üçün danışmaq asandır. Siz məsləhət mərkəzləri yaratmısınız. İnsanlara kömək edirsiniz. Onlara düzgün yol göstərirsiniz. Mən kiməm, nəyəm ki? Adi bir dərzi köməkçisiyəm. Mən nə edə bilərəm? Əməllərimlə həyatıma necə məna verə bilərəm? Bu adam unutmuşdu ki, məsələ insanın həyatındakı yerində, onun peşəsində deyil. Məsələ onun həyatındakı dairəsini necə tutmasında, yerini necə doldurmasındadır. Həyatın tamlığı fəaliyyət dairəsinin radiusundan deyil, fəaliyyət dairəsinin tam doldurulmasından asılıdır. Hər bir insan həyatda öz mühitində əvəz olunmaz və təkrar olunmazdır. Bu hamı üçün danılmaz bir həqiqətdir. Həyatın insanın qarşısına qoyduğu vəzifələr yalnız onun özünə aiddir. Həmin vəzifələri yerinə yetirmək yalnız ondan tələb olunur. İnsan həyatda geniş bir dairə tutursa və onu tam doldura bilmirsə, həyatı natamam olacaq və onu məmnun etməyəcək. Ondan daha dar dairə tutan digər bir insan isə, əgər öz dairəsini tam doldurursa, qarşısına qoyulan vəzifələrin hamısını yerinə yetirirsə, daha çox məmnun olacaq. Həmin dərzi köməkçisi də öz spesifik mühitində çox şeyə nail ola bilər. Əgər o işini tam şəkildə məsuliyyətlə, vicdanla görürsə, həyatı həsəd apardığı şəxsin daha böyük məsuliyyətə malik olduğunu və ədalətli davranmadığını dərk etməyən bir adamın həyatından daha maraqlı ola bilər. Lakin işin həyatımıza məna qata biləcək yeganə sahə olmadığını irəli sürərək, bəs onda işsizlər necə olsun deyə mənə etiraz edə bilərsiniz. Təkcə işləməklə həyatı mənalı olurmu? Gəlin bu sualı işinin mənasızlığından şikayət edən insanlara verək. Bu adamlar sonsuz rəqəm sütunlarından, bitməyən istehsal xəttində maşın düymələrinin basılmasından, rıçaqların dartılmasından necə bezdiklərini deyirlər. Bu adamlar həyatlarını yalnız çox olan asudə vaxtlarında şəxsi insani mənalarla doldura bilərlər. Digər tərəfdən boş vaxtı çox olan işsiz adamlar da həyatlarını mənalandırmaq şansına malikdirlər. Bizim iqtisadi çətinlikləri, çıxılmaz iqtisadi vəziyyəti yaxud bu kontekstdə sosioloji və iqtisadi amilləri düzgün qiymətləndirməyəcək qədər səfeh olmağımıza heç kim inanmaz. Bugün çox yaxşı bilirik ki, əvvəl yemək, sonra mənəviyyat prinsipi bizi nə qədər uzağa apara bilər. Biz bununla bağlı artıq heç bir illüziya qura bilmərik. Lakin bilirik ki, mənəviyyatı düşünmədən hər şeyi udmaq nə qədər mənasızdır və bu mənasızlıq diqqətini yalnız istehlaka yönəltmiş bir adam üçün necə fəlakətli ola bilər. Biz mənəviyyatın nə qədər dəyərli olduğunu bilirik. Həyatın mütləq mənasına sarsılmaz inam onun dözülməzliyini aradan qaldırır. Aclıq çəkməkdə məqsəd və məna varsa, insanlar aclıq çəkməyə hazır olurlar. Lakin biz mənəviyyatı olmayan insanın acılığa necə çətinliklə dözdüyünü görməklə yanaşı, ac olan insandan mənəviyyatın tələb edilməsinin də necə çətin olduğunun şahidi olmuşuq. Bir dəfə mən ümidsiz bir şəraitdə bir parça çörək uğurlamış yeniyetmə oğlan haqqında məhkəməyə psixiatrik rəy təqdim etməli idim. Məhkəmə oğlanın nəqli cəhətdən normal olub-olmamasını dəqiqləşdirmək istəyirdi. Psixiatrik nöqteyi nəzərdən mən onun bütün hallarda əqli cəhətdən normal olmadığını təsdiqləməli oldum. Eyni zamanda izah etdim ki, belə bir güclü aclıq qarşısında sınmamaq üçün o əqli cəhətdən ən yüksək vəziyyətdə olmalı idi. Biz təkcə əməllərimizlə həyatımıza məna qata bilmərik. Biz varlığın tələblərini təkcə fəaliyyətdə olan aktiv elementlər kimi deyil, həmçinin gözəli, böyüyü, yaxşını sevən fərdlər kimi yerinə yetirə bilərik. Bəlkə gözəlliyi qiymətləndirməyin həyata məna qatma tərzini və səbəblərini sizə şablon ifadələrlə izah edim. Mən belə bir fikri təcrübə ilə kifayətlənməyə üstünlük verirəm. Təsəvvür edin ki, konsert zalında oturub sevimli simfoniyanızı dinləyirsiniz. Qulaqlarınızda bu simfoniyada ən çox sevdiyiniz taktlar səslənir. Musiqi sizi o qədər vəcdə gətirib ki, tükləriniz biz-biz olub. İndi isə təsəvvür edin ki, həmin anda
bir nəfər sizdən həyatın mənalı olub olmadığını soruşur. Əminəm ki, sizin bu vəziyyətdə nə cavab verəcəyinizi desəm, mənimlə razılaşarsınız. Siz təxminən bu cavabı verəcəksiniz. Təkcə bu anın xatirinə yaşamağa dəyər. İncəsənəti deyil, təbiəti hiss edənlər də, hətta başqa bir insanın hisslərini qəlbən duyanlar da eyni cavabı verə bilərlər. Biz xüsusi bir insanın yanında olanda da belə hisslər keçiririk. Həmin insanın varlığı həyatı mənalı edir. Biz həyata əməllərimizlə, həmçinin sevgimizlə, istirablarımızla məna veririk. Çünki insanın imkanlarının məhdudluğunu dəyərləndirməsi, bu xüsusiyyətinin fəaliyyətinə təsiri, sevmək qabiliyyəti, məhdudiyyətlər çərçivəsində davranışı, məhdudiyyətlər çərçivəsində istirabı ilə barışması, onun hələ də bəşəri dəyərlərə əməl etmək iqtidarında olduğunu göstərir. Çətinliklərin öhdəsindən gəlməyimiz həqiqətən də bizim kim olduğumuzu göstərir və bizə həyatımıza məna qatmaqda kömək edir. Biz idman ruhunu, bu unikal insan ruhunu da unutmamalıyıq. İdmançılar nə edirlər? Özlərinə çətinliklər, maneələr yaradır və onları dəf etməklə inkişaf edirlər. Əlbəttə, özünə çətinlik yaratmaq tövsiyə olunmur. Talihsizliyin bir nəticəsi kimi əzab-əziyyət yalnız o zaman mənalı olur ki, həmin talihsizlik qismətlə gəlsin, yəni labüd və qaçılmaz olsun. Talih, başqa sözlə başımıza gələnlər bu və ya digər formada baş verir. Höte belə deyib, elə bir çətinlik yoxdur ki, nailiyyət və dözümlə onun öhdəsindən gəlmək mümkün olmasın. Talihimizi dəyişə biləriksə, dəyişirik. Əgər onu qəbul etmək lazımdırsa, qəbul edirik. Bütün hallarda talihsizlik bizə heç nə gətirməsə də daxili inkişaf gətirir. İndi biz Hölderlinin bu sözlərini yazarkən nə demək istədiyini başa düşürük. Mən ayağımı bədbəxtliyimin üstünə basıb biraz da hündürə qalxıram. İndi insanların talihdən şikayətlənməsinin yanlış bir davranış olduğunu düşünürük. Əgər talihimiz olmasaydı biz nə edərdik? Bizim varlığımız taleyin zərbələri altında onun gətirdiyi istirabların gərginliyində formalaşmırmı? Taleylərindən şikayətlənənlər taleyin mənasını dərk etmirlər. Taley həqiqətən də həyatımızın ayrılmaz parçasıdır və bu bütövlüyün ən kiçik hissəsi belə qoparılanda varlığımızın bütün konfigurasiyası dağılır. Beləliklə, taley də istirablarımız kimi həyatımızın bir parçasıdır. Buna görə də həyatın mənası varsa, istirabların da mənası var. Deməli, istirab, labüd və qaçılmaz olduğu halda məna daşımaq imkanına malikdir. Əslində bu hamı tərəfindən qəbul edilir və dəyərləndirilir. Bir neçə il əvvəl belə bir xəbər yayıldı ki, İngiltərənin Boy Scoutlar təşkilatı 3 oğlana uğur qazandıqlarına görə mükafat verib. Bu mükafatı kimlər aldı? Xəstəxanada əlacısız xəstəlikdən əziyyət çəkən, taleyin ağır zərbələrinə mətanətlə və ləyaqətlə dözən 3 oğlan. Bu, payımıza düşən istirabların həqiqətən də bir nailiyyət, özü də böyük nailiyyət olmasının aydın sübutudur. Hötenin cümləsində verilən alternativ diqqətlə nəzərdən keçirildikdə, artıq tam həqiqət kimi görünmür. Son təhlil göstərir ki, məsələ nailiyyət və dözümdə deyil. Məsələ dözümün özünün ən yüksək nailiyyət olmasındadır. Həqiqi istirabdakı nailiyyətin mahiyyəti, fikrimcə, Rilkenin sözlərində ən aydın ifadəsini tapıb. Nə qədər istirab çəkməliyik? Alman dilində bu ifadə nə qədər işləməliyik kimi səslənir. Rilke anlayır ki, həyatdakı mənalı nailiyyətlər işləməklə yanaşı istirab çəkməklə əldə olunur. Nə olursa olsun müəyyən zaman kəsiyində həyata, yəni bir ana məna vermək üçün bir alternativ ola bilər. İstənilən vaxt biz necə cavab verəcəyimiz haqqında bir qərar verməliyik. Amma hər dəfə həyat bizə spesifik bir sual verəcək. Bütün bunlardan belə bir nəticə çıxır ki, həyat həmişə mənanı doldurmaq üçün bizə imkan verir. Buna görə də həmişə həyatın mənalı olduğu bir variant var. Varlığımız son nəfəsimizədək mənalı ola bilər. Biz nəfəs aldıqca, həyatın suallarına cavab vermək məsuliyyəti daşıdıqca, şuurumuz yerində olduqca həyata məna verə bilərik. Lakin əgər həyat həmişə imkanlara uyğun olaraq mənalıdırsa, əgər onun hər an mümkün olan və həmişə dəyişən mənası yalnız bizdən asılıdırsa, bu mənanı aktuallaşdırmaq tamamilə bizim məsuliyyətimizdən, qərarımızdan asılıdırsa, o zaman bir şeyi qəti bilirik. Özünü həyatdan məhrum etmək tamamilə mənasız və ağılsız bir qərardır. İntihar suala cavab deyil, intihar heç bir problemi həll etmir. Əvvəllər biz şahmat oyununu insanın həyatındakı mövqeyini allegoriya hesab edirdik. Çünki o həmişə həyatın sualları ilə qarşı-qarşıyadır. Biz şahmatda ən yaxşı gediş nümunəsi kimi həyat sualı ətrafında konkret, spesifik düşüncəni göstərmək istəyirdik.
Bir nəfərə və bir vəziyyətə aid olan sual, xüsusi bir adama və xüsusi bir ana aid olan bir sual, burada və indi. Beləliklə, həyat problemini intihar yolu ilə həll etməyin tamamilə absurd olduğunu göstərməli olduğumuz vaxt, yenə də şahmat oyununu allegoriya kimi götürməliyik. Gəlin bir anlığa təsəvvür edək. Şahmatçı oyun zamanı problemlə üzləşir və onu həll edə bilmir. O nə etməlidir? Fiqurları taxtanın üzərindən süpürüb atır. Şahmatın problemi həll olundu? Əlbəttə ki, yox. İntihar da belədir. İnsan həyatını silib atır və düşünür ki, bununla da həll olunmaz problemini həll etdi. O bilmir ki, bu cür davranmaqla həyatın qanunlarını pozur. Şahmatçının oyununun qaydalarını nəzərə almadan fiqurları dağıdıb atdığı kimi. Şahmatçı müxtəlif gedişlər edə, atla oynaya, qala qura bilərdi. Heç bir vəhslə o cür davranmamalı idi. İntihar da həyat oyununun qaydalarını nəzərə almamaqdır. Bu qaydalar bizdən nəyin bahasına olursa olsun, qalib gəlməyi tələb etmir. Onlar bizdən mübarizəni davam etdirməyi tələb edir. Yəqin ki, indi kimsə etiraz edəcək və belə deyəcək. İntihar sağlam düşüncənin tam əksinə olan bir davranışdır. Amma hər bir insanın üzləşdiyi ölüm qarşısında həyat mənasızlaşmırmı? Ölüm lap əvvəldən bütün başlanğıcları mənasız göstərmirmi? Gəlin sualla cavab verək. Əgər biz ölməz olsaydıq necə olardı? Ölməz olsaydıq hər şeyi həqiqətən də hər şeyi təxirə salardıq. Çünki o zaman müəyyən bir işi indi, sabah, bir il sonra, 10 il sonra və yaxud nə vaxtsa görəcəyimizin heç bir əhəmiyyəti olmazdı. Əgər üzərimizdə ölümün, sonun kölgəsi olmasaydı, imkanlarımızın həddi hüdudu olmazdı və biz müəyyən bir işi indi görməyə lüzum görməzdik. Deyərdik ki, vaxt var. Əksinə bizim əbədi olmamağımız, faniliyimiz, zamanımızın və imkanlarımızın məhdud olması faktı həyatımızı və fəaliyyətimizi mənalı edir. Biz nəsə etməyə, hansısa imkanı reallaşdırmağa, zamanımızdan səmərəli istifadə etməyə, onu boş-boşuna xərcləməməyə çalışırıq. Ölüm bütün bunları etmək üçün bizə impuls verir. Ölüm varlığımızı məsuliyyətə çevirmək üçün əsas yaradır. Əgər məsələyə bu baxımdan yanaşsaq, o zaman insan ömrünün uzunluğu bizim üçün əhəmiyyət kəsb etməyəcək. Həddən artıq uzun olması onu mənalı etmədiyi kimi, həddən artıq qısa olması da onu mənasız etmir. Biz bir şəxsin həyat tarixçəsinin səhifələrinin sayı və məzmununun zənginliyinə görə onu mühakimə etmirik. Bu münasibətlə başqa bir sual meydana çıxır. Övladı olmayan şəxslərin həyatı təkcə bu fakta görə mənasızlaşırmı? Biz belə cavab verə bilərik. Əgər həyatın fərdi bir həyatın mənası varsa, o zaman o reproduktiv olmasa, necə deyərlər, bioloji ölməzliyə qədəm qoymasa belə, bunun illüziya olduğunu deyə bilərik və onun mənası olmalıdır. Yaxud fərdi həyatın, yəni bir şəxsə məxsus həyatın mənası yoxdursa, o dünyaya övlad gətirməklə özünü əbədiləşdirməyə çalışsa belə, həyatının mənası olmayacaq. Çünki mənasızlığın əbədiləşdirilməsi də mənasızdır. Ölüm də insan izdirabları kimi həyatın mənalı hissəsidir. Bunlar ikisi də insanı mənadan məhrum etmir. Beləliklə, bu bizim dünyadakı mövcudluğumuzun unikallığıdır. Həyatımızın faniliyini, ona doldurduğumuz hər şeyin geri qayıtmayacağını dərk etməyimiz varlığımızı əhəmiyyətli edir. Təkcə bütöv həyatın unikallığı ona mühümlük vermir. Hər günün, hər saatın, hər anın unikallığı varlığımızı dəhşətli və gözəl məsuliyyətlərlə ağırlaşdıran şeyləri təmsil edir. Tələblərini yerinə yetirmədiyimiz və yaxud yarımçıq yerinə yetirdiyimiz hər saatı itirmiş, özü də əbədi itirmiş oluruq. Amma anı tutmaqla hansısa nailiyyətə çatmağımız həmin anı bir dəfə və həmişəlik reallığa çevirir. Elə bir reallığa ki, keçmişə çevrilərək yalnız zahirən yox olur. Əslində isə həmin an qorunub saxlanılır və gəlib keçən hadisələr bu reallığa ziyan vura bilmir. Əlbəttə, həyatımız bioloji və fiziki baxımdan keçicidir. Belə güman edirik ki, həyatda heç nə qalmır, əslində qalır. Var olduğumuz zaman əldə etdiyimiz, bizi aşan və bizdən sonra yaşayan nailiyyətlərimiz. Həyatımızın effektivliyi cisimsiz olur. Bu, radium elementinə bənzəyir. Radium elementinin fiziki forması onun həyatı boyunca radiasiya enerjisinə çevrilir və bir daha maddiliyə qayıtmır. Bu, dünyaya saçdığımız şüalar, varlığımızdan qopan dalğalar, biz bu dünyanı tərk edəndən sonra qalacaq. Varlığımıza yüklənən, həm də bütün ağırlığı ilə yüklənən məsuliyyətin, həyəcanla və son olaraq sevinclə qarşıladığımız məsuliyyətin dərəcəsini nümayiş etdirməyin bir sadə yolu var. Kategorik imperativ, yəni elə hərəkət et ki, anlayışı formal olaraq Kantın məşhur maksiması ilə eynidir.
Elə yaşa, sanki ikinci dəfə yaşayırsan, birinci dəfə səhv etmisən və indi yenidən yaşayırsan. Mahiyyətcə zaman baxımından varlığımızın yekun qayəsi, varlığımızı mənalı edən yeganə amil deyil. Zaman baxımından deyəndə yəqin ki, ölümün nə qədər uzaq olmasından asılı olmayaraq, onunla üzbəüz olduğumuz anı nəzərdə tuturuq. Digər bir şəxslə münasibətlərimizin yekun qayəsi də hər bir fərdin həyatını mənalı edir. Burada bizim qeyri-mükəmməlliyimiz, daxili məhdudiyyətlərimiz faktı nəzərdə tutulur. Bu amillər insanın müxtəlif xarakteristikalarında meydana çıxır. Lakin qeyri-mükəmməlliyimizin mənası haqqında düşünməmişdən əvvəl biz bir anlığa özümüzə sual verməliyik. İnsan öz qeyri-mükəmməlliyi və qeyri-adekvatlığından doğan ümidsizliyi ilə bərabər yaşaya bilərmi? Buradan daha bir sual meydana çıxır. Öz varlığını necə olmalıyam fikri ilə ölçən, yəni varlığını idealla müqayisədə dəyərləndirən insanlar doğrudan da dəyərsiz ola bilərlər? Məgər ruhdan düşmə faktı onlara bəraət qazandıraraq, onların bu vəziyyətini legitimliyindən məhrum etmirmi? Bu cür insanlar idealı görməyəcək qədər dəyərsiz olsaydılar, özlərini mühakimə edə bilərdilər? İdealdan uzaqlığın dərk olunması faktı onların idealdan tamamilə uzaq olmadıqlarını göstərmirmi? İndi isə öz qeyri-mükəmməlliyimiz və qeyri-tarazlığımızın mənası barədə sual qoyaq. Gəlin hər bir şəxsin ayrı-ayrılıqda mükəmməl olmadığını unutmayaq. Lakin hər bir şəxsin qeyri-mükəmməlliyi də özünə məxsusluğu ilə fərqlənir. Hər birinin öz fərqliliyi var və necə olursa olsun o qeyri-mükəmməldir. Müsbət şəkildə ifadə olunduğu halda o əvəz olunmaz olur. Yəni bir başqası tərəfindən təmsil oluna bilmir, dəyişməz qalır. Bunu nümayiş etdirmək üçün bizim bioloji dünyadan götürülmüş müvafiq modelimiz var. Canlıların təkamül prosesində ilkin olaraq hüceyrələr hər şeyə qadirdir. Primitiv hüceyrə hər şey edə bilər. Qidalanar, hərəkət edər, çoxalar və müəyyən mənada mühitini hiss edər. Ayrı-ayrılıqda götürülmüş hüceyrə yalnız hüceyrələrin üzvü qrupların daha yüksək formasına yavaş təkamülü prosesində xüsusiləşə bilər. Ona görə də nəticə itibarilə ayrı-ayrılıqda götürülmüş hüceyrə yalnız bir funksiya üçün istifadə olunur. Fəaliyyətin bütün orqanizm boyunca proqressiv bölünməsi prinsipinə əsasən, hüceyrə tətbiq oluna biləcək qabiliyyətlərinin təbiəti hesabına müvafiq funksional əvəzolunmazlıq kəsb edir. Məsələn, göz qişasının hüceyrəsi qidalana, hərəkət edə və çoxala bilmir. Lakin bir funksiyanı, görmək funksiyasını uğurla həyata keçirir. Beləliklə, öz spesifik funksiyasında əvəzolunmaz olur. Onu dəri hüceyrəsi, əzələ və yaxud reproduktiv orqan hüceyrəsi ilə əvəz etmək olmaz. Əvvəlki müzakirələrdən də göründüyü kimi, ölüm varlığımızın mənasını tapmaqda lazım olduğu kimi, yəni varlığımızın unikallığına və bununla bərabər məsuliyyətlərimizə haqq qazandırdığı kimi, insan varlığının qeyri-mükəmməlliyi pozitiv olduğu təqdirdə daxili aləmimizin fərdi mahiyyətini ortaya çıxarmaqla öz mənasını tapır. Lakin bu unikallıq pozitiv dəyər kimi təkcə özünə əsaslana bilməz. Bir hüceyrənin bütün orqanizmi üçün funksional dəyərinə analoji olaraq, hər bir insan varlığının unikal fərdiliyi də onun bəşər cəmiyyəti adlanan bütövlük ilə münasibətləri nəticəsində dəyər əldə edir. Fərd yalnız öz mənafeyi üçün deyil, insan cəmiyyəti üçün mövcud olduğu təqdirdə dəyərli olur. Adi bir faktı nəzərdən keçirək. Hər bir insanın barmaqlarının uclarında unikal naxışlar var və bu yalnız hansısa cinayət işini araşdıran, yaxud konkret bir cinayətkarla bağlı təhqiqat aparan kriminalistlər üçün maraqlı ola bilər. Barmaq izləri insanı avtomatik olaraq cəmiyyət üçün unikallığı ilə dəyərli olan şəxsiyyətə çevirmir. Əgər biz varlığın unikal təbiətini, yəni başqalarına cəmiyyətə yönəlmiş unikallığı bir düsturda ümumiləşdirməyə çalışırıqsa və bu düstur insanlara öz həyatları üçün daşıdıqları dəhşətli və şərəfli məsuliyyəti xatırladırsa, o zaman biz 2000 il əvvəl Talmudun təbliğatçısı Hillelin özü üçün şüara çevirdiyi bir aforizmə əsaslana bilərik. Həmin şüar belədir. Əgər mən bunu etməsəm, kim edəcək? Əgər mən bunu yalnız özüm üçün edirəmsə, onda mən kiməm? Əgər bunu indi etməsəm, nə zaman edəcəyəm? Hər bir şəxsin unikallığı onun əgər mən etməsəm deməsindədir. Yalnız özüm üçün ifadəsi isə unikallığı mənasızlaşdırır, dəyərsizləşdirir. Çünki bu xidmət edən unikallıq deyil. Əgər indi etməsəm ifadəsi isə hər bir fərdi vəziyyətin unikallığını göstərir. İndi həyatın mənası barədə dediklərimizi ümumiləşdirsək, belə bir nəticəyə gələ bilərik. Həyat özü sorğu-sual deməkdir. Həyat cavab vermək deməkdir. Hər bir şəxs öz varlığı üçün məsuliyyət daşımalıdır. Həyat bizə təkcə bəxş edilmir, eyni zamanda bizim üzərimizə öhdəlik qoyur.
Buna görə də həyat çətinləşdikcə daha mənalı olur. Bir idmançı, bir alpinist öz qarşısına tapşırıqlar qoyur, hətta özü üçün maneələr yaradır. Alpinist daha çətin maneələrə rast gələndə sevinir. Bir məqamı da qeyd etmək lazımdır. Dindar insanlar həyatlarını, varlıqlarını dərk edəndə özlərini elə fərqləndirirlər ki, həyatı yalnız tapşırıq kimi dərk edən insanlardan bir addım irəlidə olurlar. Onlara vəzifə verən və yaxud onları vəzifə qarşısında qoyan ilahi varlığı dərk edirlər. Başqa sözlə, dindar insanlar həyatlarını ilahi missiya kimi yaşayırlar. Nəhayət, biz həyatın dəyəri barədə sual haqda nə deyə bilərik? Fikrimcə, bu baxış Hebbelin sözləri ilə daha uyğun şəkildə ifadə olunur. Həyat nəsə deyil, nə üçünsə bir fürsətdir. Həyatın mənası və dəyəri haqqında. 2. Müzakirəmizin birinci hissəsindən çıxarmaq istədiyimiz nəticələrdən biri budur. Əgər həyatın mənası varsa, o zaman istirabın da mənası var. Əlbəttə, xəstəlik istirabın bir hissəsidir. Ona görə hissəsidir deyirik ki, istirab və xəstəlik eyni şey deyil. İnsan xəstə olmadan da əzab çəkə bilər və yaxud əzab çəkmədən də xəstə ola bilər. İstirab sırf insanlara aid bir məsələdir. Öz-özlüyündə insan həyatının bir hissəsidir. Bəzi şəraitlərdə əzabsızlığın özü xəstəlik olur. Biz bunu xüsusilə ruhi xəstəlik adlanan vəziyyətlərdə, yəni ağılla bağlı xəstəliklərdə müşahidə edirik. Həqiqətən də ağıl özü xəstə ola bilməz. Kognitiv ölçü doğru və ya yalan, hərəkətli və ya hərəkətsiz ola bilər, amma xəstə ola bilməz. Xəstə olacaq, xəstələnə biləcək yeganə şey psixikadır. Lakin bu cür psixi xəstəliklərdə xüsusilə də psixikanın özündən törəməyən, fiziki əsasları olan, başqa sözlə ruhi xəstəlik adlandırdığımız xəstəliklərdə əzab çəkməyə qabil olmamaq özü bir çox hallarda simptoma çevrilir. Sifilitik infeksiya keçirmiş insan kiçik ehtimalla da olsa, illər sonra beyninin sifilitik xəstəliyinə məruz qalma təhlükəsi altındadır. Bu tipdə psixikanın ümumi iflici adlanır. Ümumi iflic sifilisin son mərhələsi kimi 1880-ci illərdə İngiltərədə müəyyənləşdirilib. 1946-cı ildə Avstriyada sifilisin müalicəsində hələ penisilindən istifadə olunmadığı üçün kitabda malyariya müalicəsinə istinad edilir. Əgər insan beyin mayəsindən həkimlərin müəyyən vaxtlarda nümunə götürüb onun həqiqətən də risk qrupuna aid olub-olmadığını müəyyənləşdirə bilmədiklərindən xəbərsizdirsə, daim bu ruhi xəstəliyin hücumu qarşısında qorxu hissi keçirəcək. Yeri gəlmişkən beyin mayesi təhlili pozitiv nəticə verərsə, malyariya üçün təyin olunmuş müalicə bu iflicin qarşısını ala, xəstəlik irəliləsə belə iflicin ilkin mərhələsi müalicə ilə sağaldıla bilər. Ümumi iflic qorxusu özü də patoloji nəticələr verə bilər, yəni nevrotik xəstəliklərə keçə bilər. Ümumi iflicə tutulmuş insanlarda nə müşahidə edirik? Belə insanlar artıq xəstəlikdən qorxmurlar. Nə üçün? Çünki ümumi iflicin simptomları nəticəsində mülayimləşir, məmnuniyyət duyur, əzab çəkmirlər. Həkim ümumi iflic kimi qorxulu bir xəstəliyi birbaşa xəstənin özünə bəyan etmir. Lakin insan həqiqətən də ümumi iflicdən əziyyət çəkirsə, bu narahatlığa əsas yoxdur. Həkim belə bir xəstəyə diaqnozu gülümsəyərək bəyan edir və ya diaqnozun düzgün olmadığını deyir. Əgər o, xəstənin danışıq qabiliyyətini itirdiyini desə belə, xəstə bunu dişlərinin çürüməsi və ya protez taxması ilə əlaqələndirəcək. Normal insanı heyran edən və yaxud onu kədərləndirən bir şey psixoloji xəstəlik ucbatından, əzab çəkmək qabiliyyətindən məhrum olmuş insanın başına gəlsə, ona heç bir təsir göstərməz, onu yerindən tərpədə bilməz. Psixiatriya şöbəsində bir qəbulu nəzərdən keçirək. Yadımdadır ki, ümumi iflic olmuş bir nəfər müayinə otağına çox şən əhval-ruhiyyə ilə daxil oldu. Bizimlə şən halda salamlaşdı. Sanki bizi görmək onu çox sevindirmişdi. Bel nahiyəsindən punksiyaya götürülməsinə hazırlaşanda qorxu hissi keçirmədi və yalnız bu sözləri dedi. Bütün bunları nə üçün etdiyinizi bilirəm. Məni qüssələnməkdən qurtarmaq üçün edirsiniz? Punksiya yerinə yetirildikdə yəqin ki, kəskin ağrı hiss etməli idi. O isə sadəcə oh nidası ilə kifayətləndi və dərhal əlavə etdi. Məgər bu əla deyildi? Əgər siz psixi xəstə olan insanın əzab çəkmək qabiliyyətini itirməsi faktını inkar edirsinizsə, bugün mənim başıma gələn sizin də başınıza gələ bilər. Günlərin bir günü psixiatriya xəstəxanasında növbətçi olanda məni qəbul otağına çağırdılar. Ora gedəndə bir yaşlı və bir gənc qadın gördüm. Deyəsən, ana-bala idilər. Ana çox həyəcanlı idi, çox dəhşətli şeylərin baş verdiyini deyirdi. Qız isə onu sakitləşdirməyə çalışır, hər şeyin yaxşı olacağını deyərək ona təskinlik verirdi. Mən ananın xəstə olduğunu sandım və ona müraciət etdim. O isə arxasında duran qızını göstərərək onun xəstə olduğunu bildirdi.
Xəstə qəmgin deyildi və psixiatriya xəstəxanasına gətirildiyi üçün həyəcanlanmırdı. Təbii ki, bu xəstəxanaya gətirilmək onun həyatında hər gün baş vermirdi və ürək açan bir hadisə də deyildi. Amma o xəstəliyi yüzündən bu hadisəyə apatiya ilə yanaşırdı. Bu, anormal vəziyyətə, anormal reaksiyanın normal davranışı təmsil etdiyi bir haldır. Paradoksal olsa da, bəzən xəstə psixi xəstəliklər üzündən əzab çəkmək qabiliyyətini itirməsinə görə əzab çəkir. Həqiqətən də melanxoliyanın fərqli bir növü var. Bu, depressiya, qəmginlik və narahatlıqla paralel şəkildə meydana çıxmır. Bu zaman pasiyentlər xoşbəxt ola bilməməklə yanaşı, əzab çəkə bilməməkdən də şikayətlənirlər. Onlar emosiyadan məhrumdurlar, ürək açan və ya kədərli hadisələrə reaksiya verə bilmirlər. Sanki onların ruhları donub və emosional soyuqluq hiss edirlər. Belə pasiyentlər hətta ağlaya bilməməkdən şikayətlənirlər. İstirab çəkə bilmədikləri üçün məyus olan insanlar bir psixiatrın belə nadir hallarda müşahidə etdiyi ümidsizliyə qapılırlar. İnsan istirab çəkmədən yaşaya bilməyəcəyindən xəbərdardır. Bu bilik insan şüurunun dərin yerlərində daldalanır. Lakin bu fakt bizi ilk dəfə təəccübləndirdiyi qədər təəccübləndirə bilmir. Bizim normal ruhi həyatımızda insanlar adətən istirabların nə dərəcədə həyati olduğunu bilirlər. Gəlin dürüstcəsinə və ciddi şəkildə özümüzdən soruşaq ki, keçmişimizdəki kədərli təcrübələri, şəxsi həyatımızdakı ağrı-acılı hadisələri yaddaşımızdan silmək istəyirik ya yox? Biz qətiyyətlə yox deyərik. Axı varlığımızın bu kədərli dövrlərində böyümüş və yetkinləşmişik. Bəziləriniz etiraz edib deyə bilərsiniz ki, bu yalançı bir sofistikadır. O zaman mən istirab çəkməkdə olan adamlardan onların bu istirabları həvəslə qəbul edib etmədiklərini soruşmalıyam. Bu məqsədlə biz birbaşa təcrübələrə müraciət edə bilərik. Bir il əvvəl həbs düşərgəsindəki insanlar buz bağlamış yerə külünk çalaraq dərə qazırdılar. Külüngü elə çalırdılar ki, qığılcım çıxırdı. Gözətçilər uzaqlaşan kimi onların yorğun qolları boşalır, külüngü yerə qoyur və söhbət etməyə başlayırdılar. Bu monoton əhval-ruhiyyəli söhbətlər həmişə eyni mövzu ətrafında olurdu. Yemək. Onlar müxtəlif yemək reseptlərini bölüşür, xəyali menyular paylayır, bir-birlərindən xoşladıkları yeməkləri xəbər alır. Azadlığa çıxdıqdan sonra bir-birlərinə qonaq çağıracaqlarını, naharda bir-birlərinə xidmət edəcəklərini xəyal edirdilər. Lakin onların əksəriyyəti məhz kulinariyanın ləzzətlərinə dalmaq üçün azad olmağı arzulamırdı. Onları bu cür xəyallara aparan başqa səbəb idi. Onlar özlərini yalnız yemək haqqında düşünməyə vadar edən bu qeyri-insani şəraitin nə vaxt bitəcəyini bilmək istəyirdilər. Buz kimi soyuq torpağın üzərində ac-acına günün saatlarını sayırdılar. Səhər saat 9-un yarısı, 11, 12-nin yarısı, qısa nahar fasiləsinin başlamasını və yaxud iş gününün bitməsini səbirsizliklə gözləyirdilər. Yorğun halda düşərgəyə qayıdıb, nəhayət, əllərini mətbəxdəki şorbanın kasasına uzatmaq istəyirdilər. Üşüməkdən, işgəncəyə məruz qalmaqdan, döyülməkdən bezmiş adamlar insani istirablar, real insan problemləri, real insan münaqişələri üçün darıxırdılar. Həmin həyatda onlar istirab çəkəcəklər, amma bu istirab mənalı olacaq. Bəşəriyyətin içində bəşər olmaqdan irəli gələn mənalı istirab. Biz artıq məna yükləmənin 3 əsas istiqamətdə mümkün olduğunu eşitmişik. Birincisi, insanlar öz varlıqlarına nəsə etməklə, fəaliyyət göstərməklə, yaratmaqla məna qatırlar. İkincisi, nə isə təbiət, incəsənət, təcrübədən keçirməklə və ya insanları sevməklə mümkündür. Üçüncü istiqamət isə birinci və ikinci mümkün olmadıqda imkanlarının qaçılmaz və labüd həddinə qarşı mövqe tutmaqdır. Onların bu məhdudiyyətlərə necə reaksiya verməsindən, taleylərini necə qəbul etməsindən asılıdır. Həyatın axarında insanlar məna yükləmənin istiqamətinin saatın çağırışından asılı olaraq dəyişməsinə hazır olmalıdırlar. Biz artıq qeyd etmişik ki, həyatın mənası spesifik xarakter daşıyır. Həm insanın özünə, həm də mövcud olduğu zaman kəsiyinə görə spesifikdir. Həyatın sualları insandan insana, vəziyyətdən vəziyyətə dəyişir. Bir nümunə ilə istiqamət dəyişikliyinin taley tərəfindən tələb olunduğunu və insan tərəfindən itaətkarcasına yerinə yetirildiyini göstərə bilərəm. Aktiv və produktiv karyerası olan bir gənc var idi. O, reklam sferasında qrafik dizayner olaraq çalışırdı. Qəflətən həmin gəncin beynində bədxassəli şiş əmələ gəldi və o işdən çıxmalı oldu. Şiş tezliklə onun əl-ayağını iflic etdi. O, həyatını mənalı edən sənətini artıq davam etdirə bilmirdi. Fəaliyyətsiz və işsiz qalmışdı. Çarəsiz vəziyyətdə olan gənc yeni istiqamət götürmək məcburiyyətində qaldı. Aktiv olmaq artıq mümkün deyildi. Ona görə də o, passiv vəziyyətdə məna axtarmağa başladı.
Yəni məhdud imkanları çərçivəsində həyatını mənalı etməyə çalışdı. Beləliklə bu pasiyent nə etdi? Xəstəxanada olarkən intensiv mütaliə etməyə başladı. Peşəkar həyatında vaxt çatışmazlığı ucbatından oxuya bilmədiyi kitabları oxudu. Radioda musiqiyə qulaq asdı. Palata yoldaşları ilə müzakirələr aparmağa başladı. Beləliklə o, varlığın elə bir obrazını seçdi ki, orada aktivlikdən məhrum insan passiv dünyasının içində həyata məna qatan, həyatın suallarına cavab verə bilsin. Aydındır ki, həmin cəsur insan hətta o vəziyyətdə belə, yəni həyatın məhdud formasında belə, onun mənasız olduğunu hiss etmirdi. Lakin xəstəliyi irəlilədikcə kitabı belə əlində tuta bilmədi. Əzələləri çox zəifləmişdi. Artıq qulaqlıqlarla radio qulaq asa bilmirdi, çünki başı ağrıyırdı. Artıq danışmaq da çətinləşmişdi. Palata yoldaşları ilə söhbət edə bilmirdi. Beləliklə həmin adam yenə də kənara itələndi. Taleyi onu rədd etdi. İndi o təkcə dəyər yaratmaqdan deyil, dəyəri hiss etməkdən də məhrum idi. Xəstəliyi o qədər irəliləmişdi ki, artıq son günlərini yaşayırdı. Lakin o bu vəziyyətdə belə məna axtarırdı. Pasiyentimiz günlərinin, hətta saatlarının belə sayılı olduğunu başa düşürdü. Yadımdadır, növbətçi olarkən palatalar yoxlayırdım. Onun çarpayısının yanından keçəndə başı ilə mənə işarə etdi. Çətinliklə danışsa da məni başa saldı ki, səhər baş həkim palataları gəzərkən Professor G-nin son saatlarını yaşayan xəstələrə istirablarını yüngülləşdirmək üçün morfin vurulması barədə təlimat verdiyini eşidib. Məndən xahiş etdi ki, həmin iynəni ona indi vursunlar. Böyük ehtimalla son anlarının gecə saatlarına təsadüf edəcəyini düşünür. Və tibb bacısının məni bu səbəbdən narahat etməsini, istirahətimə mane olmasını istəmirdi. Bütün ağrılara və istirablara mətinliklə dözməsi ilə yanaşı, onun insani nailiyyəti həm də ondan ibarət idi ki, son saatlarında belə o özünü deyil, başqalarını düşünürdü. Əgər dünyanın ən gözəl qrafik təsvirinin belə bu adi insani nailiyyətlə müqayisə oluna biləcəyini desəm, yəqin ki, mənə haqq qazandırarsınız. Biz görürük ki, xəstəlik mənanın itirilməsi, varlığımızın yoxsullaşması deyil, imkanlardan asılı olaraq bu həmişə mənalıdır. İnsan fiziki itkilərə məruz qalsa da məna heç də həmişə itmir. Bir gün işlədiyim xəstəxanaya Avstriyanın nüfuzlu hakimlərindən birini gətirdilər. Arterioskleroz onda xronik iltihaba səbəb olmuşdu və bir ayağı amputasiya edilməli idi. Cərrahiyyə əməliyyatı uğurlu keçdi. Bir gün o bir ayağı üstə durmalı idi. Mənim köməyimlə yataqdan qalxdı və bir ayağı üstə zorla, ümidsiz vəziyyətdə, sərçə kimi tullana-tullana otaqda gəzməyə başladı. Birdən o ağlamağa başladı və dedi, bu cür yaşamağın mənası yoxdur. Mən onun gözlərinin içinə baxdım və zarafatla, amma tam qətiyyətlə dedim, cənab hakim, məgər siz qısa və yaxud uzun məsafəyə qaçışda dünya rekordunu qırmağa çalışırsınız? O təəccüblə mənə baxdı. Mən sözümə davam etdim. Yalnız o zaman mən sizin bu ümidsiz bəyanatınızı anlayardım. Yalnız o halda siz sonuncu kartınızı oynayar və həyatınızın qalan hissəsini mənasız sayardınız. Çünki siz artıq qaça bilməyəcəktiniz. Amma indi sizin kimi mənalı ömür yaşamış, effektiv fəaliyyət göstərmiş, ad qazanmış bir adam yalnız bir ayağını itirdiyi üçün həyatının mənasını itmiş sayır. Adam mənim nə dediyimi dərhal başa düşdü və göz yaşlarını silib gülümsədi. Beləliklə, xəstəlik mənanın itməsinə deyil, bəzən daha böyük faydaları yol açır. Bu imkanı sizə daha aydın izah etmək üçün həbs düşərgəsində baş verən bir hadisəni danışmaq istəyirəm. Həbs düşərgəsində tanış bir gənc qadına rast gəldim. O, dəhşətli vəziyyətdə idi, ölümcül xəstə idi və bunu bilirdi. Lakin ölümündən bir neçə gün əvvəl dedi, məni bura gətirdiyi üçün taleyimə minnətdaram. Əvvəlki burjuva həyatımda mən mədən olmağa çalışırdım, amma buna o qədər də ciddi yanaşmırdım. Amma indi hər şeyə rəğmən xoşbəxtəm. Hər şey mənim üçün ciddiləşib və mən özümü təsdiq edə bilərəm, təsdiq etməliyəm. Bunu söyləyəndə o çox şad idi. Onu heç vaxt bu cür şad görməmişdim. Bu halda onun bəxti gətirmişdi. O, Rilkenin hər bir insandan tələb etdiyinə, hər bir insana arzuladığına müvəffəq olmuşdu. Öz əcəli ilə ölə bilirdi. Ölümü həyatın mənasına çevirməyi, həyatın mənasını ölümdə tapmağı bacarırdı. Buna görə də xəstəlik və ölümə itki kimi deyil, əksinə bir qazanc, bir hədiyyə kimi baxan insanların mövcudluğuna təəccüblənməməliyik. Qarşımda bir məktub var, ondan sitat gətirmək istəyirəm. Bu məktub mənə yazılmayıb, yəni müəllif məktubundan sitat gətirəcəyimi təxmin edə bilməzdi. Əvvəlcə həmin adamın həyat hekayəsini danışmaq istəyirəm. O, çox dəhşətli, həyat üçün təhlükəli onurğa beyni xəstəliyindən əziyyət çəkirdi. Viyana yaxınlığında rəfiqəsinin bağ evində yaşayırdı.
Dostları Avropanın ən yaxşı cərrahlarından biri ilə məsləhətləşmişdilər. Cərrah əməliyyatın uğurlu keçəcəyinə şübhə ilə yanaşmış, hətta bu halda belə 5% yaşama ümidi olduğunu demişdi. Dostlarından biri pasiyentimin qonaq qaldığı evin sahibəsi olan xanıma məktubunda bu barədə məlumat vermişdi. Evin xanımı və onun qonağı olan xəstə birlikdə səhər yeməyi yedikləri zaman qulluqçu qız həmin məktubu gətirib. İndi əlimdə tutduğum məktubu isə həmin xəstə yazıb və dostunun məktubunu oxuduğu zaman keçirdiyi hissləri belə ifadə edib. Məktubu məndən gizlədə bilməzdilər. Məktubu mənə göstərmək qaçılmaz idi. O, uzun müddət qoruduğu sükutu pozdu və mən bütün bunlardan özümə nəticə çıxarmalı oldum. Bir gün, əgər səhv xatırlamıramsa, dostum mənə dedi ki, ilk səsli film olan Titanic göstəriləcək və biz ona mütləq baxmalıyıq. Ustalıqla çəkilmiş ekran əsərində Fritz Kortner əlil arabasında olan iflic bir şairi canlandırırdı. Həmin şair səylə müqavimət göstərdikdən sonra ətrafında suyun səviyyəsinin qalxmasına təslim olur və dua oxuyaraq kiçik bir qrupu da öz ardınca apararaq cəsarətlə və mətinliklə ölümə doğru gedir. Mən bu ilk kinematoqrafik təcrübədən tam sarsılmış vəziyyətdə çıxdım və fikirləşdim ki, yəqin ölümə bu cür qətiyyətlə yanaşmaq taleyin bir ərmağanıdır. İndi isə öz ölümümü qarşılamaq üçün belə bir ərmağan mənə verilib. Öz döyüş ruhumu bir daha sınaqdan keçirə bilərəm, lakin bu döyüşdə qələbə yoxdur. Mən son qüvvəmi toplamalıyam. Əgər belə demək mümkündürsə, buna son gimnastik çalışma kimi də baxmaq olar. Mən ağrıya narkotik maddələrin yardımı olmadan dözmək istəyirəm. Bacardığım qədər dözərəm. Qabaqcadan məğlub kimi döyüşmək ifadəsi bizim dünya görüşümüzə sığmaz. Mübarizə mənası olan şeydir. İçində professorun rəyi olan məktubu oxuduqdan sonra biz axşam Bruckner'in romantik 4-cü simfoniyasını çaldıq. Özümü çox rahat hiss edirdim. Xatircəm idim. Yeri gəlmişkən mən hər gün riyaziyyatla məşğul oluram və sentimental hisslərdən uzağam. Ən xoş arzularla sizin. Bu məsələdə heç kim məni qınaya və sizin üçün danışmaq asandır deyə bilməz. Məncə siz həqiqətən də ölümün gözünə baxa-baxa mövqeyini qoruyub saxlayan pasiyenti görmək istərdiniz. Mən onun mövqeyini sizə təqdim etdim. O bunu mümkün və lazımlı hesab edirdi. Onun üçün belə bir məktubu yazmaq asan deyildi. Buna baxmayaraq o bunu etdi və tələb olunanın həm də reallaşdırıla biləcəyini göstərdi. İndi sizə aydın olacaq ki, xəstəlikdən və ölümdən irəli gələn mənaya hər hansı xarici bir uğursuzluq və ya bu dünyadakı iflas təsir edə bilməz. Xarici uğursuzluğa baxmayaraq daxildə uğur mövcuddur və mənanı da o yaradır. O da aydındır ki, bu yalnız xüsusi hallara aid deyil, biz bunu bütün həyatımıza tətbiq edə bilərik. Əslində, bütün həyatımız nəticə etibarilə uğursuzluqdan ibarətdir. Çünki biz uğur deyəndə ancaq xarici uğurlarımızı nəzərdə tuturuq. Lakin heç bir xarici uğur, effekt, xaricdən gələn heç bir bioloji və sosioloji təsir bizdən çox yaşaya bilməz və əbədi qala bilməz. Daxili uğur, həyatın mənasının daxilən qazanılması bir dəfə və həmişəlik olur. Həyatın mənasını onun sonunda tapsaq belə, bu fakt bizi məqsədimizdən yayındırmır, onu mənalı sona çevirir. Gündəlik nümunələrdən istifadə etməklə bu şeyləri görünən və inandırıcı etmək olmaz. İncəsənət bununla bağlı bizə çoxlu imkan yaradır. Məsələn, Werfelin Ölümü fəth edən adam novellasını xatırlatmaq istəyirəm. Werfel yoxsul həyat sürən bir xırda burjuanın obrazını yaradır. Bu adam xəstələnir və xəstəxanaya aparılır. Werfel onun yaxınlaşan ölümlə necə qəhrəmancasına mübarizə apardığını təsvir edir. Əgər o yeni il günündən sonra ölsə, ailəsi sığorta ödənişi alacaq. Yox, əgər yeni ildən əvvəl ölsə, heç bir ödəniş edilməyəcək. Ölümlə mübarizədə yeni ili qarşılamaq, ailəsinin maliyyə təhlükəsizliyini təmin etmək uğrunda mübarizədə bu insanın böyüklüyü üzə çıxır. Elə bir böyüklük ki, bunu ancaq bir şair vəsf edə bilər. Yaxud Tolstoyun İvan İliçin ölümü əsərindəki oxşar sujet xəttinə diqqət edək. Burada da ölümlə üzləşdikdə əvvəlcə ümidsizliyə qapılan xırda bir burjuadan söhbət gedir. O, əvvəlki yaşamının necə mənasız olduğunu dərk edir və dəyişir. Bu dəyişiklik sayəsində retrospektiv olaraq faydasız həyatına məna verir. Mənanı tapmaq üçün o, bütün ömrünü həsr etdiyi həmin o faydasızlığın üstündən bir daha keçir. Bütün bunlardan sonra xəstəliklə keçən, ölümün astanasında olan, həyatın da mənasız olmadığı sübut olunduqdan sonra biz, kiminsə əlacsız xəstə olan insanın yararsız adam olduğunu, ölümə layiq olduğunu iddia etməyə haqqı varmı? Sualının araşdırılmasına keçməliyik. Burada biz həmin xəstə insanların həyatının praktik dəyərindən, yəni onların yeni xəstəliklərin aşkar edilməsində, yeni müalicə üsullarının kəşfindəki faydasından danışmırıq. Niyə biz başdan bəri belə bir mövqeyi, belə bir dəyərləndirməni inkar edirik?
Fikrimcə, təkcə xəstə insanın belə bir mövqe tutmağa haqqı var. Onun nöqteyi nəzərindən baxanda, bəlkə də xəstə insan kimi onun həyatının elm üçün dəyəri barədə suala haqq vermək olar. Yaxşı məlumdur ki, bir çox insanlar hətta həyatları sona çatandan sonra belə elmə xidmət etmək məqsədi ilə öləndən sonra bədənlərinin anatomiya institutlarına verilməsini vəsiyyət edirlər. Lakin biz həkimlərin nöqteyi nəzərincə insan varlığının bu cür yüksək obyektivliklə dəyərləndirilməsi qəbul edilməzdir. Əlbəttə, obyektivlik həkim üçün əlverişlidir. Peşəkar tibb işçisinin pasiyentə münasibəti bir sistemdə olan iki nöqtə arasındakı məsafə kimidir. Bir həkimin xəstəxanadakı fəaliyyətini düşünək. Həkim hər pasiyentə insan varlığı kimi deyil, qarşısında olan bir xəstəlik halı kimi baxır. Baş həkimə məlumat verən assistent pasiyenti ona bir şəxs kimi deyil, bu və ya digər xəstəlik halı kimi təqdim edir. Ümumiyyətlə, həkim insanı deyil, xəstə insanı deyil, xəstəliyi müalicə edir. Tez-tez bu cümlələri eşitmək olar. Bu, xəstəliyi halıdır. Yəni, bu adam xəstədir, ya da bu adam xəstəliyindən əziyyət çəkir demirlər. Yalnız xəstəlik halından söhbət gedir. İnsana bir hal kimi, bəzən də patoloji material sayılan bir silsilənin nömrələnmiş bir halı kimi baxılır. Qeyri-ixtiyari olaraq tibb jargonuna daxil olmuş bu ifadə həkimin insan varlığını obyektivləşdirməyə nə qədər meyilli olduğunu göstərir. Buna görə də bizim yaxşı insan bildiyimiz yaxşı həkim həmişə obyektivizmdən daha çox insanlığa üstünlük verir. Münasibəti nə qədər çox obyektiv olursa, bir o qədər də özünü insanlıq münasibətinə keçməyə məcbur edir. Amma arada yenə də soruşur. Doğrudur, bu şizofreniya halıdır. İndi mən onun yerinə olsam nə edərdim? Bu başqa bir məsələdir və biz onu burada araşdırmayacağıq. Faktiki, elmi nöqteyi nəzərdən insan amilinə qayıtmaq həqiqətən də tibbi mövqedir və xəstədə öncə bir insan görən həkimdə insanlığı göstərir və hər şeydən əvvəl pasiyentin özündə insanı oyadır. Bu, bir psixiatr üçün çox vacibdir və bu da psixiatrik müalicədə vacib bir amildir. Beləliklə, əgər xəstə insanın həyatının insan cəmiyyəti və elmi tərəqqi üçün istifadəsi məsələsini qaldırırsa, bu məsələ həmişə qeyri-insani sayılır və buna görə də qeyri-tibbi baxımdan insan varlığının radikal obyektivləşdirilməsi və degradasiyası mövqeyi rədd edilir. Hətta ruhi xəstə olan şəxs bizim üçün sadəcə xəstəlik halı deyil, ilk növbədə insandır, yəni xəstəliyi olan insan. Bir zamanlar mən uzun illər kəskin ruhi narahatlıqdan əziyyət çəkən yaşlı bir qadın tanıyırdım. Ona halüsinasiyalar əziyyət verirdi. Qadın daim onun hərəkətlərini kinayəli şəkildə tənqid edən səslər eşidirdi. Doğrudan da çox əzablı bir haldır. Bəs bu qadın öz acı taleyinə necə reaksiya verdi? O, taleyi ilə necə barışa bildi? Vəziyyətini izah edəndə çox sakit və şən danışırdı. Hətta bacardığı qədər işgüzar görünməyə çalışırdı. Bu, məni təəccübləndirdi və ondan ehtiyatla soruşdum ki, öz vəziyyəti haqqında nə fikirləşir və fasiləsiz davam edən səslər qorxulu olduğu halda o necə gülümsəyə bilir? Bilirsiniz, o nə cavab verdi? Belə dedi: İlahi, doktor, mən ancaq onu fikirləşirəm ki, səsləri eşitdiyim, kar olmadığım üçün şükür etməliyəm. O, gülümsəməyə davam etdi. Necə bir insanlıq, necə bir insani nailiyyət. Onun bu sözlərində yaradıcı müdriklik vardı. Bəs əlacsız xəstələrin, xüsusən də ruhi xəstəliyi olanların yalnız xəstə olduqları üçün həyata layiq hesab olunmaması, məhv edilmə, öldürülmə təhlükəsi ilə üzləşməsi faktı haqqında nə deyə bilərik? Biz tez-tez eşidirik ki, əlacsız ruhi xəstələrin öldürülməsinə bəraət qazandırmaq olar və insanlar bu tədbiri siyasi ideologiyanın qəbul edilməz proqramı çərçivəsində anlaya bilərlər. Buna görə də biz bu cür bəyanatların lal əsası sayıla bilən səbəbləri araşdıracaq və onları əks arqumentlərlə izah etməyə çalışacağıq. İlk növbədə söhbət əlacsız ruhi xəstələrin, yəni həyatı mənasız və ölümə layiq sayılan insanların öldürülməsinə haqqımızın olub-olmaması barədə gedir. Biz özümüzdən soruşmalıyıq, əlacsız deyəndə nə nəzərdə tutulur? Ekspert olmadığınız üçün mən sizə tam aydın olmayan və axıra qədər yoxlanılmamış izahatlar vermək istəmirəm. Bunun əvəzinə şahidi olduğum bir fərdi halı misal göstərməklə kifayətlənmək istəyərəm. Xəstəxanada tam durğunluq vəziyyətində olan gənc bir adam vardı. 5 ildən bəri ağzını açmamışdı. Nə bir kəlmə söz deyir, nə də yemək yeyirdi. Onu burnuna taxılmış şlanq vasitəsilə qidalandırırdılar. Yataqdan qalxmadığı üçün ayaq əzələləri əməllicə zəifləmişdi. Həkimlər və tələbələrlə birlikdə palataları gəzərkən mən onun vəziyyəti barədə danışdım. Tələbələrdən biri məndən soruşdu: "Doktor, belə bir insanın ölməsi daha yaxşı olmazdımı?" Gələcək bu sualın cavabını verdi. Bir gün pasiyentimiz dikəlib yerinin içində oturdu.
və tibb bacısından yeməyini normal vəziyyətdə yeyə bilib bilməyəcəyini soruşdu. Eyni zamanda xahiş etdi ki, ayağa qalxıb gəzməyinə kömək etsinlər. Vəziyyətinə baxanda o özünü xeyli normal aparırdı. Tədricən ayaqları güclənməyə başladı və bir neçə həftə sonra evə buraxıldı. Daha sonra o öz işinə qayıtdı və Viyana kolleclərindən birində mühazirə oxumağa başladı. O, həyata keçirdiyi xarici səfərlər və alpinizm turları barədə danışır, həmin səfərlərdən gətirdiyi valehedici fotoşəkilləri bizə göstərirdi. Bir dəfə mən onu çalışdığım müəssisəyə dəvət etdim və o, həmin kritik 5 ildə öz daxili həyatı barədə psixiatr həmkarlarıma mühazirə oxudu. O, mühazirəsində həmin dövrdə keçirdiyi maraqlı hissləri təsvir etdi. O, bizə zahiri hərəkətsizlik altında gizlənən zəngin ruhi aləmə nəzər salmağa imkan verdi. Eyni zamanda səhnə arxasında baş verənlər barədə ətraflı məlumat almağımıza yardım etdi. Həmin kulisi yalnız növbə çəkməklə kifayətlənən və çox da zəkalı olmayan həkimlər duya bilmirlər. Pasiyent illər sonra bu və ya digər hadisəni xatırlamaqla onun sağalacağını və həmin dövrü bu cür xatırlaya biləcəyini ehtimal etməyən tibb bacılarını məyus etdi. Hətta bir xəstəlik halı həqiqətən də əlacsız sayılarsa, kim bu əlacsızlığın nə qədər davam edəcəyini deyə bilər? Məgər son 10 illiklərdə psixiatriyada əlacsız sayılan ruhi xəstələrin tam sağalmasa da, yüngülləşdiyinin, müalicəyə reaksiya verdiyini şahid olmamışıq? Kim deyə bilər ki, dünyada hansısa bir xəstəxanada bu və ya digər xəstəliyin bizim bilmədiyimiz müalicəsi yoxdur? Məgər biz o qədər kamilik ki, xəstəliyin müvəqqəti və ya əlacsız olduğunu deyə bilək? Həkimə öldürmək hüququnu kim verib? Yoxsa cəmiyyət həkimi öldürmək üçün vəzifələndirib? Həkim xəstənin həyatını xilas etməli və ya onu sağalda bilmirsə, bütün hallarda müalicəni davam etdirməli deyilmi? Həkim ona etibar edilmiş və yaxud özünü ona etibar etmiş xəstənin həyatda qalmasına və ya ölməsinə qərar verəcək bir hakim deyil. Buna görə də onun xəstəliyi həqiqətən də əlacsız olan və yaxud əlacsızlığı iddia edən insanların həyatının dəyərli ya da dəyərsiz olmasına qərar vermək hüququ yoxdur. Bir anlığa təsəvvür edin ki, həkimin belə bir hüququ var və yazılı şəkildə olmasa da qanun səviyyəsinə qaldırılıb. Sizə deyim ki, bu vəziyyət xəstələrin və onların ailələrinin həkimlərə olan inamını bir dəfəlik məhv edər. Çünki xəstə o zaman həkimə həkim, yoxsa hakim və ya cəllad kimi baxmalı olduğunu anışıra bilməz. Siz yenə də etiraz edə bilərsiniz. Yəqin sizdə belə bir fikir oyanar ki, mənim təqdim etdiyim əks arqumentlər möhkəm deyil və biz vicdanımıza sığınaraq özümüzdən soruşmalıyıq. Dövlət həkimə artıq və faydasız adamları məhv etmək hüququ verə bilərmi? Nəhayət, ehtimal etmək olar ki, dövlət xalqın maraqlarının müdafiəçisi kimi cəmiyyəti sağlam və həyata uyğun adamların payını verən qeyri-produktiv fərdlərdən azad edə bilər. Əgər söhbət ərzaq, xəstəxana çarpayısı, həkim və tibb bacılarının işi kimi məhsul və xidmətlərin istehlakından gedirsə, o zaman bu resurslar bizim baxdığımız arqument çərçivəsində müzakirə mövzusu olmamalıdır. Yəni, biz bir məsələni həmişəlik zehnimizdə saxlamalıyıq. Əhalinin çox kiçik hissəsini təşkil edən əlacsız xəstəliyə düçar olmuş vətəndaşlarını öldürməklə, yuxarıda adı çəkilən resurslara qənaət etmək istəyən bir dövlətin artıq iqtisadi sonu çatmışdır. Məsələnin digər tərəfinə əlacsız xəstəliyə düçar olmuş pasiyentlərin cəmiyyət üçün yararlı olmamasına, onlara qayğının qeyri-produktiv olmasına gəldikdə isə yadımızda saxlamalıyıq ki, cəmiyyət üçün faydalılıq insana şamil edilən yeganə meyar deyil. Psixiatriya xəstəxanalarında müalicə olunan xəstələr orada adi işlərlə, məsələn, kafel yüklənmiş arabaları dartmaqla və ya qabların yuyulmasına yardım etməklə məşğul olurlar. Bu zaman onlar ömürlərinin qalan hissəsini xeyli qeyri-produktiv keçirən nənə və babalarımızdan heç də az lazımlı deyillər. Həmin xəstələrin qeyri-produktiv həyatının məhv edilməsinə tərəfdar olan şəxslər yəqin ki, eyni qərarın öz nənə-babalarının həyatına şamil edilməsinin əleyhinə olarlar. İndi fikirləşin, pəncərə qarşısında əlil arabasında oturmuş yarımiflic qarı qeyri-produktiv həyat sürməsinə baxmayaraq, övladlarının və nəvələrinin sevgisi və qayğısı ilə əhatə olunmuşdur. İşləyərək cəmiyyətə xidmət edən bir şəxs öz işində lazımlı və əvəzolunmaz olduğu kimi, həmin qadın da bu sevginin içində lazımlı və əvəzolunmazdır. Mənim ilk mühazirəmdə biz hər hansı bir insanın unikallığı və fərdiliyinin onun dəyərini təşkil etməsi və bu dəyərin həmin unikallığın dəyər sayıldığı cəmiyyətlə əlaqədar olması faktından danışarkən, ilk növbədə cəmiyyətə xidmət şərtini nəzərdə tutmuşduq. İndi isə görürük ki, şəxsin unikal və fərdi varlıq kimi qüvvədə olduğu ikinci bir yol daha var və bu yolda onun şəxsiyyətinin dəyəri reallaşır. Həyatının mənası əks olunur.
Bu yol sevgidir, daha doğrusu sevilməkdir. Bu passiv yoldur. Burada nəsə etmək, nəyəsə can atmaq lazım gəlmir. Yəni insan fəaliyyətində və yaxud işində müəyyən nailiyyət qazanmaq üçün səy göstərir. Amma sevgiyə nail olmaq, kiminsə tərəfindən sevilmək, ona heç bir səy göstərmədən nəsib olur. İnsan normal olaraq uğrunda mübarizə apardığı, öz davranışı vasitəsilə qazanmalı olduğu şeyləri sevilərkən əldə edir və bu zaman artıq qazanmaq üçün səy göstərməyə də ehtiyacı qalmır. Həqiqətən də sevgi qazanılmır. Sevgi mükafat deyil, sevgi xeyirdualı qismətdir. Burada onun unikallığı və fərdiliyi meydana çıxır. Sevginin təbiəti də ondan ibarətdir ki, biz sevdiyimiz insanların unikallığını və fərdiliyini görürük. İndi isə mən növbəti arqumentə keçirəm. Ehtimal ki, dediklərim ümumilikdə tətbiq oluna bilər, amma kəskin mental çatışmazlıqdan əziyyət çəkən uşaqların, o zavallı varlıqların timsalında bu arqumentin real görünməsi biraz çətindir. Amma valideynlərinin həmin uşaqları necə böyük bir sevgi və qayğı ilə əhatə etdiyini sizə izah etsəm, bəlkə də təəccüblənəcəksiniz. İcazə verin sizə məşhum evtanaziya proqramı nəticəsində körpəsini itirmiş qadının məktubundan bir parça oxuyum. Mən körpəmi 1929-cu il iyunun 6-sında dünyaya gətirdim. O, ana bətnində olarkən kəllə sümüklərinin düzgün inkişaf etməməsi nəticəsində əlacsız xəstəliklə doğulmuşdu. O zaman mənim 18 yaşım vardı. Mən körpəmi çox sevirdim. Anam və mən bu balaca zavallı varlığa yardım etmək üçün əlimizdən gələni edirdik. Amma faydası olmurdu. Uşaq danışa və gəzə bilmirdi, amma mən gənc idim, ümidimi itirmirdim. Sevimli qızıma lazımi qida əlavələrini və dərmanları almaq üçün gecə-gündüz işləyirdim. Ondan məni sevirsənmi qızım deyə soruşanda boynumu möhkəm-möhkəm qucaqlayır, gülür və balaca əllərinin yöndəmsiz hərəkəti ilə üzümü sığallayırdı. O zaman mən hər şeyə rəğmən özümü hədsiz xoşbəxt hiss edirdim. Görürəm ki, sizin hələ də şübhələriniz var, ya da mənə elə gəlir. Çünki sonda siz belə bir fikir irəli sürə bilərsiniz ki, yuxarıda göstərilən ruhi xəstəlik hallarında əlacsız xəstəni öldürən həkim pasiyentin iradəsinin təmsilçisi kimi çıxış edir. Belə ki, bu cür pasiyentlərin ağlı yerində deyil, mental pozğunluqlar olduğu üçün onlar öz iradələrini və həqiqi maraqlarını dərk edə bilmirlər. Buna görə də həkim onların iradəsinin bir növ vəkili kimi olmalıdır. Bu fikir həkimin xəstəni öldürməsinə nəinki haqq qazandırır, hətta onu zəruri edir. Düşünmək olar ki, belə bir qətl intiharı əvəzidir. Yəni, xəstə öz vəziyyətinin reallığını dərk etsəydi, şübhəsiz ki, intihara qərar verərdi. Sizin bu arqumentinizə cavab olaraq həkimlik praktikamdan daha bir əhvalatı danışmaq istəyirəm. Gənc olanda ümumi daxili təbabət klinikasında işləyirdim. Bir gün xəstəxanaya bizim gənc bir həmkarımızı gətirdilər. Onda xərçəngin çox təhlükəli əməliyyat edilməyən qeyri-adi növü aşkarlanmışdı. Tibdə melanosarkom adlanan bu bədxassəli şiş sidik təhlilləri vasitəsilə müəyyən edilir. Əlbəttə, bu pasiyenti aldatmağa çalışdıq. Onun sidik nümunəsini digər bir xəstənin nümunəsi ilə dəyişdik və ona təhlillərin negativ nəticəsini göstərdik. Amma o nə etdi? Bir gün gecə yarı gizlicə laboratoriyaya girdi və öz sidiyini təhlil etdi. Növbəti gün qarşımıza pozitiv nəticə ilə çıxdı. Biz pərt olduq. Onun intihar edəcəyini düşünürdük. O, tez-tez yaxınlıqdakı kafeyə getmək üçün icazə aldı. Ona getməyi qadağan edə bilməzdik, amma çox narahat olurduq. Kafenin tualetində özünü zəhərlədiyini eşitməkdən qorxurduq. Bəs nə baş verdi? Xəstəliyi irəlilədikcə pasiyentin diaqnozla bağlı şübhələri də artırdı. Hətta qaraciyərinə metastaz verəndə o, yüngül bir qaraciyər narahatlığı keçirdiyini deyirdi. Həyatının sonu yaxınlaşdıqca bu adamda yaşamaq həvəsi güclənirdi. Bu hadisəyə hansı prizmadan baxırsınızsa baxın, onun həyat eşqinin coşması faktı bir daha bizə xatırladır ki, hər hansı bir pasiyenti yaşamaq həvəsindən məhrum etmək haqqımız yoxdur. Mən həkimlərin pasiyentin hərəkətləri ilə artıq yaşamaq həvəsi qalmadığını göstərən fait accompli ilə qarşılaşdığı hallarda belə bir tezisi müdafiə etmək istərdim. Mən intiharı nəzərdə tuturam. Mövqeyim belədir ki, həqiqi intihara cəhd halında həkim nəinki müdaxilə etmək hüququna malikdir, o müdaxilə etməyə borcludur. Bu məsələ həmişə aktualdır. İllər əvvəl mən özüm pasiyentin xilasına yönələn proseduru işləyib hazırlamışdım. Bu prosedur yuxu dərmanı ilə ən kəskin zəhərlənmənin nəticələrinin aradan qaldırılmasına xidmət edirdi. Məlumdur ki, belə zəhərlənmədə adi müalicə üsulları kömək etmir. Həmkarlarım arasında etiraz səslərini ucaldanlar vardı.
Onlar intihar etməyə qərar vermiş adamların mövqeyinin insani nöqteyi nəzərindən anlaşılan olduğunu deyirdilər. Həyatlarında həddən artıq təhlükəli vəziyyətlə üzbəüz olan bir qrup insanda o zaman intihar cəhdləri geniş yayılmışdır. Mənim həyatı onlara qaytarmaq və ya onları dartıb həyata geri qaytarmaq hüququm yoxdur. Onların argumenti belə idi ki, güya mənim metodum tale rolunu oynamaqdan ibarətdir. Hətta mənim bu yanaşmamı dəfələrlə tənqid edən assistentim belə intihar cəhdindən sonra xəstəxanaya düşəndə mən də öz prinsipimdən əl çəkmədim. Mən onun müalicəsində də öz prinsipimə əsas tutdum və öz metodlarımdan istifadə etdim. Təşəkkür almasam da səylərim müsbət nəticə verdi. Mən mənəvi baxımdan tənqidçilərimə metodumu belə izah etdim. Mənim tale ilə oynamaq niyyətim yoxdur, amma intihar edən şəxsi taleyin ixtiyarına buraxan, kömək məqsədi ilə müdaxilə etmək əvəzinə əl qolunu sallayıb duran həkim tale ilə oynamağa çalışır. Çünki əgər tale intihar edənin həqiqətən də ölməsini istəsəydi, onun həkimin əlinə düşməsinə imkan verməzdi. Əgər pasiyent həkimin əlinə düşübsə, həkim kimi hərəkət etməli, məhz bu taleyə, mərhəmətli taleyə boyun əyməməlidir. Ümid edirəm ki, evtanaziyanı dəstəkləyən bütün mümkün argumentlərin müzakirəsi vasitəsilə sizə varlığın nə qədər mənalı, həyatımızın mənasına inamımızın nə qədər sarsılmaz olduğunu göstərə bildim. Əgər həyat əvvəl mənalı olduğunu bizə isbat edirsə, sonradan hətta istirablar belə bu mənaya töhfə verir və həyatımızın mənasının bir parçasına çevrilir. O zaman biz görürük ki, hətta ölümün öz əcəli ilə ölməyin belə mənası var. Nəhayət aydın olur ki, heç bir xəstəlik, hətta əlacsız xəstəlik, əlacsız ruhi xəstəlik kimlərəsə insanın həyata layiq olmadığını düşünmək və onun yaşamaq haqqını əlindən almaq hüququ vermir. Beləliklə, biz həyatın mənasını müxtəlif baxış bucaqlarından az da olsa öyrənməli olduq. Biz müşahidə etdiyimiz bir əsas faktı unutmamalıyıq ki, həyatımız bir sualdır və onun mənası bu suala cavab tapmaqdadır. Həmçinin biz deyirik ki, həyat suallarına cavab sözlərdə deyil, əməllərdədir. Daha doğrusu yaşamaqdadır, var olmaqdadır. Biz hiss edirik ki, həyatımız haqqında sualın cavabı öz həyatımıza görə məsuliyyət daşımağımızdadır. Nəhayət, biz unutmamalıyıq ki, məna haqqında ilkin sual müxtəlif ifadə vasitələri ilə verilə bilər və onun mənası da müxtəlif olar. Sual bütün dünyaya, xüsusən də ixtiyarsız olaraq üzləşdiyimiz hallara, başımıza gələnlərə, yəni taleyə aid ola bilər. Biz taleyi istiqamətləndirə bilmərik. Taleyimizə iradəmizdən kənarda olan, nüfuz edə bilmədiyimiz bir şey kimi baxırıq. Əlbəttə, biz gördük ki, həyatımızın mənası xarici taleyimizə münasibətimizdən, onu artıq formalaşdırmaq iqtidarında olmadığımız zaman necə davrandığımızdan ibarətdir. Lakin bir addım irəli gedərək biz indi özümüzdən soruşmalıyıq. Hətta bu təmiz, həqiqi tale, onun içində ondan kənarda olanlar, ümumiyyətlə bütün dünyada baş verənlər bir mənaya malikdirmi? Mən əminəm ki, bizim qarşımızda düşünməyimiz üçün iki variant var və onların ikisi də təkzib olunmaz və sübutsuzdur. Deməli, biz deyə bilərik ki, heç nəyin mənası yoxdur. Həmçinin bəyan edərik ki, hər şeyin böyük mənası var. Bu məna o qədər böyükdür ki, onu tamamilə dərk edə bilmirik. Biz həqiqətən də yalnız dünyanın yekun mənasından bəhs edə bilərik. Buna görə də dünyanın yekun mənası kimi mənasızlığı fikrinə də bəraət verilə bilər. Bu halda məntiqi yaxud da məntiqsiz bəraət verilə bilər. Həqiqətən də üzləşdiyimiz qərar artıq məntiqi qərar deyil. Hər iki halda arqument gətirmək məntiqidir. Hər iki düşüncə tərzi real olaraq mümkün düşünmə yoludur. Burada bəhs etdiyimiz qərar məntiqi nöqteyi nəzərdən əsassız qərardır. Onun əsasında heç nə yoxdur. Onun əsası heç nədir. Bu qərarda biz heçlik uçurumu üzərində asılıb qalırıq. Həmçinin bu qərarda yekun mənanın üfüqlərinə varırıq. İnsan məntiqi qayda əsasında qərar qəbul edə bilməz. Öz varlığının dərinliklərindən çıxış edərək qərar qəbul edə bilər. Bu, onun öz xeyrinə qərar qəbul edəcəyi yeganə yoldur. Lakin bir şey də bilirik ki, əgər insan yekun mənaya, varlığın ali mənasına inanmağa qərar veribsə, bu inam digər inamlar kimi yaradıcı effekt yaradacaq. Çünki inam sadəcə bir nəfərin öz həqiqətinə inamı deyil, o daha böyük məna daşıyır. İnam insanı həqiqətən də inanmalı olana doğru aparır. Buradan belə nəticə çıxarmaq olar ki, fikrin bir mümkünlüyünü qəbul etmək, onun vahid mümkünlüyünü qəbul etməkdən daha böyük məna daşıyır. Bu, fikrin sadə mümkünlüyünün həqiqətən də həyata keçirilməsidir. Experimentum crucis, xüsusi bir hipotezin doğruluğunu sübut edən yekun təcrübə.
Bavariyada Münhendən 50 kilometr qərbdə Landsberg adlı şəhərcik var. Orada cənuba doğru 5 kilometr uzanan Markt Kaufering deyilən yerə aparır. Ötən ilin əvvəllərində sübh çağı 280 nəfər bu yolla irəliləyirdi. 5 sıradan ibarət bu izdihamı SS əsgərləri müşayiət edirdilər. Onlar Kaufering həbs düşərgəsində saxlanılan bir qrup əsir idi. Əsirlər yaxınlıqdakı meşəyə aparılırdı. Onlar orada böyük bir silah zavodu tikməli idilər. Yorğun, ac əsirlər yeriyə bilmirdilər. Tez-tez yıxılır, sürünür, bir-birindən tutub irəliləyirdilər. Şişkin ayaqları 40 kilodan yüngül olan zəif bədənlərini güclə saxlayırdı. Ayaqları gömgöy idi, irinli yaralarla örtülmüşdü. Bu adamların beyinlərində nə baş verirdi? Onlar düşərgədə gün ərzində bir dəfə, özü də axşamlar verilən və onların yeganə qidasını təşkil edən şorba barədə fikirləşirdilər. Şorba suyun içərisində üzən kartof parçasından ibarət olurdu. Buna baxmayaraq işdən sonra ona nail olmaq onlar üçün böyük səadət idi. Onlar həmçinin iş zamanı qruplara bölünərkən hansı qrupa düşəcəklərini də düşünürdülər. Görəsən o gün qəddar yoxsa nisbətən həlim briqadirə rast gələcəklər. Onların fikirləri gündəlik əsirlik həyatının ətrafında dolaşıb dururdu. Sonra əsirlərdən biri bu fikirlərin mənasız olduğunu hiss etdi. O, digərlərindən yüksəyə qalxaraq daha ciddi insani qayğılar haqqında düşünməyə çalışdı. Amma bu asan məsələ deyildi. O, belə bir kələk işlətdi. Özünü bu aqoniyalı həyatdan uzaqlaşdırmağa, hadisələrə daha əlverişli prizmadan gələcəyin baxışları ilə baxmağa çalışdı. O nə etdi? Təsəvvür etdi ki, Viyanada böyüklər üçün kollecdə kafedra arxasında dayanıb mühazirə oxuyur. Bu fikirlər onun indi məşğul olduğu işlə bağlı idi. Beynindəki mühazirəyə həbs düşərgəsinin psixologiyası adını verdi. Əgər siz həmin əsirlər dəstəsindəki o adama yaxından baxsaydınız, paltosunun və şalvarının üzərindəki ağ bez parçasına 119-104 sayının tikildiyini görərdiniz. Əgər siz Dachau həbs düşərgəsinin qeydiyyat kitabını vərəqləsəydiniz, bu say altında əsir Viktor Franklın qeyd olunduğunu görərdiniz. İndi isə mən birinci dəfə həmin Viyana kollecinin həqiqi kafedrası arxasında o adamın bir vaxtlar beyində formalaşdırdığı həmin mühazirəni oxumaq istərdim. İcazə verin, təqdim edim. Mühazirə bu sözlərlə başlayırdı. Həbs düşərgəsinin psixologiyasında əsirlərin düşərgə həyatına psixoloji reaksiyasının bir neçə mərhələsini görə bilərik. Birinci mərhələ əsrin düşərgəyə qəbul edildiyi vaxtdır. Bu mərhələni qəbul şoku kimi müəyyənləşdirmək və xarakterizə etmək olar. Təsəvvür edin, əsiri, deyək ki, Auschwitzə gətirdilər. Əgər o əsirlərin 95%-ni təşkil edən çoxluğa aiddirsə, yolu qatardan birbaşa qaz kamerasına gedəcək. Əgər 5%-i təşkil edən azlığa düşəcək qədər şanslıdırsa, onda əvvəlcə dezinfeksiya kamerasına, sonra da həqiqi duşa aparılacaq. Duşxanaya gedərkən ona yalnız kəmərini, bel tutacaqlarını, eynəyini, qarın yırtığı bandajını götürməyə icazə verəcəklər. Bədənində bir dənə də tük qalmamalıdır. O, duşun altında sözün hərfi mənasında çılpaq girməlidir. Beləliklə, o düşərgə həyatının ilk mərhələsinə qədəm qoyduğu an, bütünlüklə keçmiş həyatının üstündən xətt çəkir. Onun növbəti fikrinin intiharın ən yaxşı üsulu haqqında olduğunu eşidəndə heç kim təəccüblənməz. Həqiqətən də belə bir vəziyyətdə olan hər kəsin ilk ağlına gələn fikir, həbs düşərgəsində həyata son qoymaq üçün ən çox istifadə olunan üsul kimi düşərgəni çevrələyən yüksək gərginlikli elektrik xəttinə toxunmaqdır. Lakin bu fikir gəldiyi anda da dəf edilir, çünki onun mənasız olduğu aydınlaşır. Belə ki, hər bir əsir üçün qaz kamerasına atılmaq qorxusu var. Əgər insan gec-tez qaz kamerasına atılacaqsa, o zaman niyə elektrik xətti ilə özünü öldürməyə çalışsın? Əgər qaz kamerası varsa, elektrik xətti haqqında, elektrik xətti varsa, qaz kamerası haqqında düşünmək lazım deyil. Bunlar haqqında danışanda həmişə Auschwitzə gəldiyim ilk səhəri xatırlayıram. Düşərgəyə bir neçə həftə əvvəl gətirilmiş əsirlərdən biri gizlicə bizim baraka gəldi və bizə təsəlli verərək bəzi məsələlər barədə xəbərdarlıq etdi. O dedi ki, hər şeydən əvvəl biz öz xarici görünüşümüzə diqqət yetirməliyik. Biz var qüvvəmizi sərf edərək işləməyə qadir olduğumuzu göstərməliyik. Məsələn, ən adi halda ayaqqabı ayağımızı əzəndə SS zabiti axsadığımızı görsə, o dəqiqə bizi sıradan ayırıb qaz kamerasına göndərə bilər. İşləməyə qadir hesab olunanlar yaşamağa da qadir hesab edilirdilər. Qalanları isə həyata, sağ qalmağa layiq sayılmırdılar.
Buna görə də əsir yoldaşımız bizə məsləhət gördü ki, üz qırxmağa yarayan istənilən əşyadan, məsələn sınmış şüşə parçasından istifadə edərək hər gün üzümüzü qırxaq. O zaman üzümüzün solğunluğu bilinməz, daha təravətli görünərik. Sonra o hamımızın sağlam göründüyünə və işə qadir olduğuna əmin olmaq üçün bütün qrupu nəzərdən keçirdi və dedi: "Həmişə indi mənim qarşımda dayandığınız kimi görünsəniz, o zaman qaz kamerasına göndərilmək ehtimalınız da az olar. Ancaq bir nəfərdən başqa. Frankl, mənə acığın tutmasın, amma sən onlar arasında yeganə adamsan ki, növbəti partiyada qaz kamerasına göndərilə bilərsən." Mən ona hirslənmədim, çünki həmin an intihar fikrindən uzaq olmaq üçün səbəb yarandığına məmnun oldum. İnsanın öz taleyinə bu cür laqeydliyi sonralar da davam edir. Hətta düşərgəyə gələndən bir neçə gün sonra əsirlər emosional olaraq get-gedə daha da keyiyirlər. Ətraflarında baş verən hadisələr onlara getdikcə daha az təsir edir. Əgər ilk günlərdə bütün mənalarda iyrənc olan hisslər, nifrət və dəhşət dolu hisslər insanı sarırsa, get-gedə bu hisslər ümumilikdə bütün daxili aləm minimuma inir. Sanki hər şey insandan kənarda baş verir. Bütün fikirlər, səylər yalnız bu gün sağ qalmaq ətrafında fırlanır. Bütün ruhi aləm yalnız bu marağa xidmət edir. İnsanın ruhu qalan hər şeyə qarşı sanki özünü zirehlə əhatə edir. Və bütün əzabverici qorxulu təəssüratlar bu zirehə dəyib geri qayıdır. Ruh özünü belə qoruyur. Onu udmağa, onu batırmağa hazırlaşan hisslərə qarşı müdafiə olunur. Laqeydliyə qapılaraq özünü xilas etməyə çalışır. Beləliklə əsir düşərgə həyatına psixoloji reaksiyanın ikinci mərhələsinə keçir. Bu mərhələ apatiya adlanır. Əgər insan yalnız özünün və bir neçə dostun həyatını xilas etməkdə maraqlıdırsa, onun daxili aləmi heyvan səviyyəsinə enir. Daha diqqətlə müşahidə etsək, onun sürü heyvanı səviyyəsinə qədər endiyini görərik. Buna əmin olmaq üçün düşərgədəki əsirlər sıraya düzülərkən onların davranışına diqqət etmək lazımdır. Hamı çalışır ki, sıranın ortasına düşsün, heç bir hərəkəti ilə diqqət cəlb etməsin, kütlənin içində əriyib gözə görünməsin. Məqsəd gözətçilərin zərbələrindən qorunmaqdır. Təəccüblü deyil ki, kütləyə qarışaraq gözə görünməmək cəhdi, dibə çöküşə, insanın şəxsi sahədə tənəzzülünə gətirib çıxarır. Düşərgədə insan kütlənin bir hissəsi olmaq təhlükəsi ilə üzbəüz qalır. Başqa sözlə, o bir kütlə varlığı kimi primitivdir. Onun bütün hərəkət verici qüvvəsi primitivdir. O, məcbur edildiyi üçün primitivləşir. Həmin birgə həbs düşərgəsində olan psixoanalitiklər reqresiya haqqında danışırdılar. Reqresiya psixikanın heyvani impulsun daha primitiv mərhələlərinə inməsidir. Həqiqətən də əsirlərin xəyallarını müşahidə etməklə, onların hansı primitiv arzulara qapıldığını müəyyənləşdirməklə bunu görmək mümkündür. Onlar düşərgədə ən çox nəyi xəyal edirdilər? Həmişə olduğu kimi çörək, siqaret, qəhvə və nəhayət istivanna. Mən şəxsən dadlı şirniyyat haqqında düşünürdüm. Lakin əsir yoldaşlarımın bir tərəfli psixoanalitik fikirləri səhvdir. Həbs düşərgəsindəki həyatın insani reqresiyaya itələməsi, insanın məcburən bir addım geri atması fikri doğru deyil. Mən bir çox hallara bələdəm. Əlbəttə, tək-tək hallar olmasına baxmayaraq, onların sübut baxımından fundamental dəyərləri var. İnsanlar həbs düşərgəsinin ağır şəraitində daxili reqresiyaya uğramaq əvəzinə, əksinə, daxilən tərəqqi ediblər, ruhən böyüyüblər və həqiqətən də insan böyüklüyünə nail olublar. İndi isə psixoanalitik olmayan digər peşəkarların həbs düşərgəsində insanların əqli və ruhi həyatlarına dair fikirlərini öyrənək. İnsan xarakterini öyrənməklə məşhur olan və özü də həbs düşərgəsində bir neçə il keçirmiş professor Emil Utits deyir ki, əsirlərin xarakteri Kretschmer'in şizoid adlandırdığı psixoloji tipə uyğun olaraq inkişaf edir. Bu tip belə bir faktla xarakterizə olunur ki, xəstə apatiyanın təsiri ilə gah göylərə qalxır, gah da çarəsizliyin dibinə düşür. Yəni, dəyişkən xarakterli sikloid temperament tipinin qıcıqlandırıcı təsiri arasında qalır. Sikloid şəxsiyyət indi siklotimiya adlanır, bipolyar pozğunluğa bənzəyən əhval-ruhiyyə dəyişkənliyidir. Başqa sözlə, sevinç və depressiv kədər arasında daimi dövr edir. Əlbəttə, bura psixoanalitik baxışların müzakirəsi üçün uyğun yer deyil. Mən Utitsin əksinə olaraq identik müşahidə materialından çıxardığım fundamental vacib nəticə ilə kifayətlənəcəyəm. Həbs düşərgəsində olan həmin adam xarici təsir altında daxili inkişafını şizoid meyilli tipik əsir olmağa yönləndirməz. Əksinə azadlığını, insan azadlığını qoruyaraq taleyinə, mühitinə alışmağa çalışar. Düşərgədə elə adamlar vardı ki, apatiya və qıcıqlanmanın öhdəsindən gəlirdi.
Burada söhbət ondan gedir ki, onlar bunu belə et əmrinə tabe olmaqdan daha çox fərqli hərəkət etmək qabiliyyətinə malik idi. Həmin əsrlərdən bu daxili qabiliyyəti, bu real insan azadlığını qoparıb ala bilməmişdilər. Bu azadlıq onlarda qalmışdı. Bir gün üzünə dəyən zərbədən eynəyi çilik-çilik olsa da, bir gün kəmərini bir parça çörəklə dəyişdirmək məzuriyyətində qalsa da, bu daxili azadlıq itməmişdi və son nəfəsinədək həmin insanı ayaqda saxlayırdı. Hətta insan həbs düşərgəsi ilə psixoloji baxımdan barışsa da, həmin mühitin hakimiyyətindən və təsirindən qaçmaq üçün azadlığa malik olur. Həmin qaydalarla idarə olunmur, onlara müqavimət göstərir. Kör-körənə tabe olmaq əvəzinə onlardan qaçmağa çalışır. Başqa sözlə, insan bir vaxtlar həmin azadlığa malik olur. Amma o azadlığı özündən kənarlaşdıranda, könüllü olaraq uzaqlaşdıranda, onunla birlikdə özünü də itirir, ruhən çökür. İndi isə soruşa bilərik, bu geriləmə nə vaxt baş verir? Nə vaxt insan ruhi düşkünlüyə imkan verir? Cavab belədir. Daxili gücünü itirən zaman, o zaman ki, onun artıq daxili gücü qalmır. Bu güc iki formada mövcud olur. Ya gələcək üçün qorunub saxlanılır, ya da əbədiyyət üçün. Həqiqi dindar adamlar əbədiyyət üçün yaşayırlar. Onlar gələcək haqqında düşünmürlər. Onların gələcək həyatı buradan kənarda, azad dünyadadır. Bu adamlar taleylərindən asılı olmayaraq, gələcək haqqında düşünmədən, həbs düşərgəsindəki şəraitin fərqinə varmadan, daim ayaq üstə qalırlar. Digərləri isə gələcək üçün güc saxlamırlar, lakin onlar üçün gələcək haqqında düşünmək çətindir. Onların düşüncələrinin istinad nöqtəsi, son nöqtəsi yoxdur, son görünmür. Biz 10 il həbs cəzasına məhkum olmuş cinayətkara həsəd aparırdıq. Çünki o nə vaxt azad olunacağını bilirdi. Amma biz düşərgə həyatının sonunun nə vaxt gələcəyini bilmirdik. Bu, bütün dustaq yoldaşlarımın ümumi fikri idi. Düşərgədəki həyatın ruhu əzən qaçılmaz faktlarından biri. Müharibənin tezliklə bitəcəyi barədə dedikodular istirabın əzabını daha da artırırdı və bu son təkrar-təkrar təxirə salınırdı. Bu xəbərlərə artıq kim inanırdı ki? Mən tam 3 il bu xəbəri təkrar-təkrar eşitdim. Müharibənin qurtarmasına 6 həftə qalıb. 6 həftədən sonra evdə olacağıq. Hər dəfə məyusluq biraz da dərin, biraz da acı olurdu. İncildə nə deyilir? Ümidlərin gecikməsi qəlbi xəstələndirir. Elə ağır xəstələndirir ki, bir gün o qəlb artıq döyünmür. Sizə bir hadisə haqqında danışsam bunu başa düşəcəksiniz. Qaldığım kameranın ağsaqqalı olan Budapeştli bir tango bəstəkarı və libretto yazarı mənə demişdi. Fevralın ortalarında yuxuda gördüm ki, bir səs mənə ürəyimdə arzu tutmalı olduğumu deyir. Qabaqcadan bilmək istədiyim bir şeyi səsdən soruşa bilərdim. O dedi ki, sualıma cavab verə bilər, yəni gələcəyimi söyləyə bilər. Sonra mən səsdən soruşdum, müharibə nə vaxt bitəcək? İrəliləyən Amerika qoşunları bizi nə vaxt azad edəcək? Səs pıçıltı ilə dedi, martın 30-unda. Martın ortalarında mən yatılaq xəstəliyi ilə düşərgənin xəstəxanasına aparıldım. Aprelin 1-də xəstəxanadan çıxdım və kameraya qayıtdım. Bəstəkarı orada görməyəndə soruşdum. Bəs bizim ağsaqqal haradadır? Cavabında nə eşitdim? Martın sonlarına doğru, yəni yuxudakı səsin ona dediyi vaxtda o özünü pis hiss edib. Martın 29-unda hərarəti qalxıb. Martın 30-unda, yəni müharibənin sona çatacağı gün huşunu itirib. Martın 31-də isə dünyasını dəyişib. O yatalaqdan vəfat etmişdi. Gördüyünüz kimi daxili gücün, xüsusən də gələcək üçün qorunmalı olan gücün itməsi nəticəsində yaranan ruhi və əqli düşkünlük nəticədə fiziki zəifliyə səbəb olur. İndi isə gəlin özümüzə sual verək. Bu əqli, ruhi və fiziki düşkünlüyün müalicəsi varmı? Bunun qarşısını almaq üçün nəsə etmək olarmı? Sizə ancaq bu cavabı verə bilərəm. Müalicəsi var. Amma aydındır ki, əvvəldən vəziyyət psixoloji amillə məhdudlaşdığı üçün müalicə də psixoterapiya olmalıdır. Əlbəttə ki, belə bir psixoterapiya çərçivəsində ilk növbədə ruhi gücü qoruyub saxlamaq, ona həyati məzmun vermək lazımdır. Nietzsche'nin sözlərini xatırlayın. Yaşamağa motivi olan hər kəs yükün nə qədər ağır olmasına fikir vermədən onu qaldıra bilər. Burada yaşama səbəbi həyati məzmun, çətinliyə qatlanmaq isə həyati şəraitdir. Düşərgə həyatı o qədər çətin idi ki, yalnız yaşama səbəbi ilə ona dözmək olurdu. Əgər insanların düşərgə həyatına dözməsinə yardım etmək üçün psixoterapiyadan başqa yol yoxdursa, xüsusi psixoterapevtik üsul işləyib hazırlamaq lazımdır. Bu üsul insanın sağ qalması üçün iradəsini toplamasına yönəlir və onun qurtuluşu da məna daşıyır. Düşərgədə psixoterapevtik vəzifə, yəni dustaqların ruhunun qayğısına qalmaq vəzifəsi çətindir. Çünki bu halda biz sağ qalmağa ümidi olmayan insanlara təsir etməyə çalışırıq.
Onlara nə deyə bilərsiniz? Onlara nəsə xüsusi bir söz deyilməlidir. Nəticə etibarilə bu vəziyyət dediyimiz psixoterapevtik yardım üçün eksperimentum crucis rolunu oynayır. Əvvəlki mühazirəmdə qeyd etmişdim ki, təkcə həyatın özünün deyil, ona daxil olan məşəqqətlərin də mənası var. Bu məna o qədər sarsılmazdır ki, hətta istirab xarici uğura aparmasa belə, yəni istirabın boş-boşuna çəkilməsi düşünülsə belə, onun mənası var. Həbs düşərgəsində çəkdiyimiz istirablar da bu qəbildəndir. Lakin barakda yanımda uzanmış və tezliklə öləcəyini bilən adamlara nə deməli idim? Mən də bilirdim, özləri də bilirdilər ki, onları heç kim gözləmir, heç bir vəzifə gözləmir. Və yaxud gözləyirsə, boş-boşuna gözləyir. Deməli, həyatın, qurtuluşun mənası ilə yanaşı, istirabın, özü də boş-boşuna çəkilmiş istirabın, hətta ölümün də mənalı olduğunu onlara izah etmək lazım gəlirdi. Əlbəttə ki, ölüm Rilkenin maksimumunda hər bir insanın öz əcəli ilə ölmək hüququ haqqında deyilənlər baxımından mənalıdır. Əsas məsələ odur ki, biz SS qüvvələri tərəfindən zorla öldürülməyək, öz təbii ölümümüzlə bu dünyanı tərk edək. Həyat vəzifəsi üçün məsuliyyət daşıdığımız kimi, bu vəzifə üçün də məsuliyyət daşıyırıq. Məsuliyyət kimin qarşısında? Hansı yüksək hakimiyyət orqanının qarşısında? Başqa kimə bu suala cavab vermək üçün icazə verilə bilər? Hər kəs bu sualı özlüyündə cavablandırmalıdırmı? Nə olsun ki, barakdakı adamlardan biri özünü vicdanı qarşısında, digəri Tanrı qarşısında, üçüncüsü isə indi ondan uzaqda olan bir insan qarşısında məsuliyyətli sayır, onlardan hər biri bilir ki, kimsə haradasa necəsə onu görür və ondan istirablarına layiq olmasını tələb edir. Dostoyevskinin dediyi kimi, onun öz əcəli ilə ölməsini gözləyir. Biz hər birimiz o zaman bu gözləntini hiss edirdik. Özü də bu hiss ölüm yaxınlaşdığı zaman güclənirdi. Bizim həyatdan gözləntilərimiz isə azalırdı. Kiminsə haradasa bizi gözlədiyini və sağ qala biləcəyini getdikcə az düşünürdük. Həbs düşərgəsində olmayan bir çox insan təəccüblənəcək və məndən bütün bu danışdıqlarımın həqiqətən də insan həyatına aid olub-olmadığını soruşacaqlar. Sizi əmin edirəm ki, bütün bunları öz təcrübəsində görən və bu hadisələrdən sağ çıxan adam da sizdən az təəccüblənməz. Lakin unutmayın ki, insan psixikası qövsvari tağa bənzəyir. Sanki bu tağ uçmaq ərəfəsindədir. Amma üzərinə əlavə yük qoymaqla ona dayaq vermək olar. İnsan psixikası da yüklənərkən güclənir. Bunu necə başa düşmək olar? Həbs düşərgəsinə gəldiyi vaxt zəif xarakterli olan bir çox insanlar oranı daha möhkəm və güclü ruhla tərk ediblər. Həmçinin indi anlayırıq ki, azadlıq, düşərgədən azad olmaq, intensiv təzyiqdən qəflətən azad olmaq, bu insanların psixikası üçün təhlükə yaradıb. Mən bu kontekstdə müqayisə üçün Kesson xəstəliyini ya da dekompressiya xəstəliyini misal çəkirəm. Bu dalğıcılara təsir edir. Aşağıda yüksək təzyiq altında olan dalğıcılar suyun səthinə tədricən qalxırlar. Əks halda onlar ciddi fiziki problemlərlə üzləşə bilərlər. Həbs düşərgəsi psixologiyasının üçüncü və son mərhələsi azad olmuş əsrin psixologiyası ilə bağlıdır. Həmin şəxslə bağlı deyəcəyim mühüm bir məsələ şübhəsiz ki, sizi təəccübləndirəcək. İnsan azadlığa çıxdıqdan sonra uzun müddət özünə gələ və azadlıqdan ləzzət ala bilmir. Həqiqətən də o xoşbəxt olmağı, sevinməyi yenidən öyrənməlidir. Bəzən bunları öyrənmək üçün tələsməlidir. Çünki tezliklə bu hissləri yadırğayacaq və yenidən əzab çəkməyi öyrənməli olacaq. İndi sizə bu barədə qısa danışmaq istəyirəm. Təsəvvür edin ki, həbs düşərgəsindən evə qayıdan insan laqeydliklə üzləşir. Ya da tez-tez bu cümlələri eşidir. Bizim bundan xəbərimiz yox idi, biz də əzab çəkirdik. İkinci bəyanatdan başlayaraq və özümüzə sual verək. Məgər insan əzabları elə ölçülə və ya qiymətləndirilə bilər ki, birinin əzabı digərinin əzabı ilə müqayisə edilsin? Mən demək istəyirəm ki, insan əzabları ölçüyə gəlmir. Əsl istirab insanı bütünlüklə sarır və bütün varlığını doldurur. Bir dəfə dostuma həbs düşərgəsində başıma gələnlərdən danışdım. O özü düşərgədə olmamışdı. Stalinqradda döyüşmüşdü. O özünü mənimlə müqayisə edəndə utandı. Həqiqətən də döyüşdə olan adamla həbs düşərgəsində olan adamın hissləri tamamilə fərqlidir. Döyüşdə o heçliklə, ölümlə üz-üzə gəlir. Düşərgədə isə biz özümüz bir heç idik. Yaşayan ölü sayılırdıq. Dəyərimiz yox idi. Həyatımız da, ölümümüz də bir heç sayılırdı. Ölümümüz şanlı deyildi. Bunu xəyal etmək belə mümkün olmazdı. Bu, kiçik bir heçin böyük heçliyə getməsi idi. Bu ölümü heç diqqətə almırdılar. Biz bunu çox-çox əvvəl yaşamışdıq.
Mən düşərgədə ölsəydim nə baş verəcəkdi? Səhər sırada soyuqdan qorunmaq üçün başını gödəkçəsinin içinə soxmuş bir adam yavaşca yanındakına deyəcəkdi: "Dünən Frankl öldü." O biri isə nəsə mızıldanacaqdı. Heç bir insanın əzabı başqasının əzabı ilə müqayisə oluna bilməz. Çünki bu sırf konkret şəxsə aid olan bir hissdir. Bu onun əzabıdır. Həmin əzabın gücü onun aid olduğu şəxsin xüsusiyyətlərindən asılıdır. Əzablar da insanlar kimi unikal və fərdidir. Buna görə də əzabın böyüklüyü və ya kiçikliyi barədə danışmaq mənasızdır. Amma əzabın mənası və mənasızlığı arasında həqiqətən də fərq ola bilər. Lakin düşünürəm ki, siz əvvəlki mühazirələrdən nəticə çıxarmısınız. Bu fərq tamamilə insanın fərdiliyindən asılıdır. Yalnız şəxs özü əzabının mənalı və ya mənasız olmasını müəyyənləşdirir. Bəs biz də əzab çəkmişik. Bizim heç nədən xəbərimiz yoxdur deyənlərin əzabı haqqında nə demək olar? Göründüyü kimi heç nədən xəbəri olmadığını bəyan etmək, mənim fikrimcə istirab çəkilməsi faktının özünü mənasızlaşdırır. Səbəb nədir? Çünki bu vəziyyətin etik baxımdan səhv anlaşılmasından irəli gəlir. İndi bəhs etdiyimiz səhv anlaşmanın səbəbi günün siyasi məsələlərini debata çıxarmaq istəyim deyil. Gündəlik həyatın metafizikasına, gündəlik həyatın etikasının əlavə edilməsinin vacibliyidir. Bundan əvvəl biz xəbərsizliyin səbəbi haqqında danışmışdıq. Demişdik ki, bu səhv anlaşılmadır. Lakin bu səhv anlaşılmanın səbəbini soruşsaq görərik ki, xəbərsizlik əslində xəbərsiz olmaq istəyidir. Bunun arxasında məsuliyyətdən qaçmaq istəyi durur. Lakin bugün insanlar məsuliyyətdən qaçmağa meyillidirlər. Onları buna sövq edən səbəb kollektiv günahı öz üzərlərinə götürmək qorxusudur. İnsan bütün hesablar üzrə günahkar sayılacaq. Özünün etmədiyi, həqiqətən də xəbəri olmadığı məsələlərdə günahkar sayılacaq. Doğrudan da namuslu adam başqalarının əməllərinə görə cavab verməlidir. O namuslu adam öz xalqının hakim sinfinin törətdiyi terrora qarşı çıxa bilmirsə, özü də həmin terrorun obyekti və qurbanı olmurmu? Məgər o özü də əzab çəkmirmi? Kollektiv günah anlayışının qəbulu bizim mübarizə aparmaq istədiyimiz dünya görüşünə qayıdış deyilmi? Həmin dünya görüşü ki, bir qrupun günahkar olmayan üzvünü həmin qrupun həqiqətən də cinayət törətmiş və yaxud cinayət törətdiyi iddia olunan digər üzvlərinin əməllərinə görə günahkar elan edir. Bugün bu baxış bizə nə qədər də gülünc görünür. İnsanın yalnız milliyyətinə, ana dilinə və yaxud doğulduğu yerə görə günahkar hesab olunması, onun boyunun uzunluğuna görə məsuliyyət daşıması qədər gülüncdür. Məgər boyu 164 sm olan bir cinayətkar həbs olunubsa, mən də məhz onunla eyni boyda olduğum üçün asılmalıyam. Lakin burada mühüm bir fərqi nəzərə almalıyıq. Biz kollektiv günahla kollektiv məsuliyyəti fərqləndirməliyik. Mən bunu allegorik nümunə ilə izah etsəm, nə demək istədiyimi dərhal başa düşəcəksiniz. Qəflətən apendisitim tutub. Məgər bu mənim günahımdır? Əlbəttə ki, yox. Əgər mən cərrahiyyə əməliyyatı olunmalıyamsa, onda necə olsun? Məni əməliyyat edən həkimə pul verməliyəm. Deməli, mən həkimin zəhmət haqqı üçün məsuliyyət daşıyıram. Deməli, günah olmadan məsuliyyət mövcuddur. Bu vəziyyət insan kollektivinin kollektiv şəkildə terrordan xilas edilməsi ilə eynidir. Həmin insanlar özlərini xilas edə bilmirlər. Digər bir kollektiv, digər bir azadlıqsevər millət müdaxilə edir, döyüşə qoşulur. Ən yaxşı nümayəndələrini, gənclərini qurban verir və öz liderləri önündə aciz olan milləti həmin liderlərdən xilas edir. Bu acizliyin günahla əlaqəsi yoxdur. Günahkar olmadığınızı bildiyiniz halda bu qurtuluşun əvəzini bir növ fədakarlıqla ödəmək və ortaq məsuliyyət hiss etmək ədalətsizlikdirmi? Bu psixologiyanı başa düşmək istəyirsinizsə, ötən ilin yaz axşamı Turkheim həbs düşərgəsindən azad olunduqdan sonra düşərgə yaxınlığındakı meşəyə gedərkən məni müşahidə etməliydiniz. Düşərgədə həlak olan yoldaşlarımız orada düşərgə komandirinin qeyri-legal əmri ilə dəfn olunmuşdur. İlk mühazirəmdə haqqında danışdığım öz cibindən pul xərcləyərək əsirlər üçün dərman və tibb ləvazimatı alan SS zabiti. Dəfn zamanı qaydaların əksinə olaraq həmin şəxs həlak olanların adlarını kütləvi qəbirlərin üzərindəki şam ağaclarının gövdəsinə nəzərə çarpmayan şəkildə həkk etdirməyi də unutmamışdı. Əgər həmin vaxt yanımda olsaydınız, mənimlə birlikdə bu andı içərdiniz. Necəsə günahlarımdan arınmalıyam. Çünki biz yaxşı bilirik ki, düşərgədə bizimlə birlikdə olan insanların ən yaxşıları oradan çıxa bilmədilər, qayıda bilmədilər. Beləliklə bizim qurtuluşu layiq olmadığımız bir mərhəmət kimi qəbul etməkdən başqa yolumuz yox idi. Həyatımızın sonraki mərhələsində retrospektiv olaraq bu qurtuluşa layiq olmağa çalışmalıydik. Həlak olan yoldaşlarımıza borclu olduğumuz qurtuluşa. Bu günahdan azad olmaq üçün həm özümüzün, həm də başqalarının vicdanını oyatmalı
və daim ayıq saxlamalı idik. Doğrudur, məşəqqətli həyat təcrübəsindən sonra azad edilmiş insanlar evə qayıtdıqda çox vaxt verdikləri sözü unudurlar. Lakin həyatlarında elə anlar olur ki, onlar andlarına əməl edirlər. Bu çox əhəmiyyətlidir. Bir parça çörəyə görə dua edirlər. Artıq öz çarpaylarında yatırlar. Sübh tezdən çağırışla oyanıb sıraya düzülmürlər. Onları daimi ölüm təhlükəsi təqib etmir. Hər şey onlar üçün adiləşir. Bu yaxınlara qədər özünü bir heç kimi hiss edən insan yenidən doğulduğunu sanır. Artıq özünü əvvəlki kimi hiss etmir, varlığının mahiyyətini dərk etmir. Həmin insanda xarici olan hər şeyin necə əridiyini birinci mühazirəmdə izah etmişdim. Onun ambisiyalarından böyük hissəsi qalır. Nəyəsə nail olmaq istəyi davam edir. Lakin bu sadəcə bir istək deyil, daha effektiv şəkildə özünü reallaşdırmağa can atmaqdır. Sizə də aydın olduğu kimi biz mövzunun sonuna gəlmişik və mühazirələrimizi bitirmək üzrəyik. Artıq heç bir söhbətə, heç bir mühazirəyə lüzum yoxdur. Yalnız gündəlik həyatımıza davam etməyimiz qalır. Biz gündəlik həyatdan bəhs etdik, hətta gündəlik həyatımızın metafizikası ifadəsini də işlətdik. Ümidvaram ki, siz bu ifadənin mənasını düzgün başa düşdünüz. Gündəlik həyatımızın prizmasından əbədiyyətə baxmaq üçün onu bu qədər boz, bayağı və adi olan gündəlik həyatımızı şəffaflaşdırmaq kifayət etmir. Lakin son təhlildə onu da qeyd etmək lazımdır ki, əbədi olan müvəqqətiyə istinad edir. Müvəqqətiyə, bugünə, məhdud olanla sonsuzluq arasında davam edən qarşıdurma nöqtəsinə. Bugün yaratdığımız, yaşadığımız və əzabını çəkdiyimiz əbədiyyət üçün yaradılır, yaşanır və əzab çəkdirir. Biz bir hadisə ilə məsuliyyət daşıdıqda və bu tarix olduqda, məsuliyyətimiz baş verən hadisənin dünyadan kənara çıxarıla bilməməsi faktı ilə ağırlaşır. Lakin eyni zamanda məsuliyyətimizə daha bir çağırış edilir. Hələ baş verməyəni bu dünyaya gətirmək. Hər birimiz bunu gündəlik həyatımızın bir hissəsi kimi görməliyik. Beləliklə, gündəlik həyat mahiyyətcə reallığa, reallıq isə hərəkət üçün potensiala çevrilir. Gündəlik həyatın metafizikası əvvəlcə gündəlik həyatdan çıxarılır, sonra yenidən şuurlu şəkildə və məsuliyyətlə gündəlik həyata qaytarılır. Bizi irəli aparan yolda bizə köməklik göstərən, bizə bələdçilik edən şey məsuliyyətimizdə duyduğumuz sevinç hissidir. Bəs orta statistik adam üzərinə məsuliyyət götürdükdə özünü nə qədər xoşbəxt hiss edir? Məsuliyyət bizi həm irəli dartan, həm də uzaqlaşdıran bir şeydir. Bu müdrik ifadə insanın daxilində onu üzərinə məsuliyyət götürməkdən çəkindirən ziddiyyətli qüvvələrin olduğunu göstərir. Doğrudan da məsuliyyət haqqında düşüncələrdə bir qədər qeyri-müəyyənlik, anlaşılmazlıq var. Biz ona nə qədər dərindən nüfuz etsək, o qədər çox məlumatlı oluruq. Və nəhayət başımız hərlənir. İnsan məsuliyyətinin təbiətinə daldıqca müvazinətimizi itiririk. İnsan məsuliyyətində dəhşətli, həmçinin şöhrətli nəsə var. Dəhşətlidir. Ona görə ki, hər an biz növbəti an üçün məsuliyyət daşıyırıq. Kiçikdən böyüyə kimi hər bir qərar əbədiyyət üçün qəbul olunmuş qərardır. Hər an mən məhz həmin anın imkanlarını reallaşdıra ya da itirə bilərəm. Hər bir an özündə minlərlə imkan daşıyır və mən onlardan yalnız birini seçib reallaşdıra bilərəm. Lakin seçim etdikdə mən digər qalan imkanları mühakimə edirəm. Hətta əbədiyyət üçün olsalar belə onları heç vaxt reallaşmamaq hökmünə məhkum edirəm. Gələcəyin, mənim öz gələcəyimin, ətrafımdakı şeylərin, insanların gələcəyinin az da olsa mənim an-ban qəbul etdiyim qərarlardan asılı olduğunu düşünmək möhtəşəm bir hissdir. Onlar vasitəsilə həyata keçirdiyim hər şeyi ya da dediyimiz kimi dünyaya gətirdiyim hər şeyi reallıq kimi qoruyub saxlayıram, qısa ömürlü olmaqdan qoruyuram. Ümumiyyətlə, insanlar çiyinlərinə məsuliyyət almağa tələsmirlər. Məsuliyyətin tərbiyə olunması burada başlayır. Əlbəttə, yük ağırdır. Məsuliyyəti dərk etmək onu almaq qədər çətindir. Onunla razılaşmaq həyata hə deməkdir. Elə insanlar var ki, bütün çətinliklərə baxmayaraq hə deyir. Buhenwald düşərgəsində dustaqların oxuduqları mahnının sözlərini yada salın. Biz hələ də həyata hə demək istəyirik. İnsanlar çox zaman buna nail olurdular. Biz də düşərgədəki bir çox insanlar da buna nail olmuşduq. Onlar buna təsvir olunmaz şəraitdə, bugün burada kifayət qədər bəhs etdiyimiz müxtəlif daxili və xarici şərtlər daxilində nail olmuşdular. Bəs biz bugün müqayisə olunmaz dərəcədə rahat şəraitdə bunu edə bilərikmi? Bütün şərtlərdə həyata hə demək həm mənalıdır, həm də mümkündür. Nəticə etibarilə bu üç mühazirənin məqsədi budur. İnsanların bütün çətinliklərə, hətta ölümə baxmayaraq, fiziki və ruhi xəstəliklərin verdiyi əzaba baxmayaraq, həbs düşərgəsindəki qismətlərinə baxmayaraq, hər şeyə rəğmən həyata hə demək bacarığını sizə göstərmək.